Aparaturaya cərimə yazıla bilərmi? Oxutmuramsa, istifadə etmirəmsə? Yox, heç bir cəriməsi yoxdur. Avtoxuliqanlıq maddəsidir və bu hər bir inzibati xətanı avtoxuliqanlıq kimi qeydiyyata almaq, qeyd etmək biraz düzgün deyil. Yol hərəkəti haqqında qanunun 29-cu maddənin 3-cü bəndində açıq-aydın şəkildə göstərilir ki, qeydiyyat zamanı dövlət qeydiyyat nişanları avtomobilin üzərində saxlanılır. Vəssalam. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Avtotəmir Az Live efirini izləyənlər hər birinizi salamlayırıq və bugün biz yol hərəkət qaydalarıdır, leasing məsələləridir, leasing kreditlərindən bağlı ümumiyyətlə müraciət eləmisiniz, ola bilsin ki, bəzi problemlər yaşamısınız. Bax, onların bugün bir çoxuna toxunacağıq. İşimiz maarifləndirmədir. Çalışacağıq ki, suallarınıza cavab verək və istədim ki, elə qonaqlarımızı sizə təqdim edim. Qonaqlarımız kimlərdir? Qanunazid layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. Hüseyn bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm Elnur. Çox sağ olun, dəvət etmisiniz. Biz çalışdığımız qədər ayda bir dəfə çalışırıq podkastlar çəkək, sürücülərimizi maarifləndirək. Paylaşdığımız videoların altında gələn şərhləri analiz edib həmin sualları cavablandırmaq və daha ətraflı qanun çərçivəsində cavabları vermək. Düşünürəm ki, bugünkü podkastımız da yenə maraqlı olacaq və biz yenə sürücülərimizin əksəriyyətini, hamısını daha doğrusu maarifləndirəcəyik. Və dəyərli dostlar, növbəti qonağımız leasing kreditləri üzrə mütəxəssis Vüsal bəy buradadır. Vüsal bəy, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Mənim üçün çox xoş oldu. Belə bir ortamda görüşürük. Həm istər qanunazidlə bağlı, istər avtomobillə bağlı, yəni bu səhv olaraq deyirəm. Çox şad oldum. Leasing şirkətləri sürücülərin başına niyə oynasır? Ya belə başlayırsan da. Vüsal bəy, bu problemlər leasing məsələsinə bağlı Hüseyn, bax, sənə müraciətlər olur ümumiyyətlə. Təbii ki, müraciətlər gəlir. Aktual problem nədir? Ən çox aktual problemlər dedikdə indi veriliş əsasında biz müəyyən bizə ünvanlanan sualları cavablandıracağıq. Həmçinin qeyd etdiyim kimi bağışlanma ilə bağlı, ilkin qeydiyyatla bağlı hansı problemlərlə üzləşə bilərik, qanun çərçivəsində nə edə bilərik və s. kimi məsələlərə çalışacağıq ki, toxunaq ki, sürücülərimiz maariflənsinlər, öz hüquqlarını bilsinlər. Rahat suallarınızı yaza bilərsiniz. Baxın, leasing kreditlərlə bağlı, avtomobil leasingi üzərinə də mütəxəssisimiz Vüsal bəy buradadır. Səsləndirəcəm nömrəni. Nə çətinliyiniz var, nə sualınız var, yol hərəkət qaydalarıdır, cərimələrdir, yol hərəkətinin təşkilidir. Qanunazid layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. Sualları yönləndirin, onlara cavab tapacağıq ki, nömrəmiz belədir, nömrəni səsləndirmək istəyirəm. 050 43 44 555. Bəli. Hüseyn dedi ki, belə desək daha rahat olacaq. Məncə daha yadda qalan olacaq. 050 43 44 555. Bax, bu nömrənin WhatsApp-ına rahat mesajları yazıb göndərə bilərsiniz. Mən bunu burada niyə saxlamıram ki? Gözümüzün qabağında. Gözümüzün qabağında olsun. Və gələn mesajlar var. Mesajlar üzərinə də baxaq, izləyicilər də gözlətməyək. Arada mesajlarımız var. 3221. Salam qardaş, salam. Xəzərdir, ST. Arxa çox aşağı deyil. Bayaq saldılar cərimə meydançasına. Deyir, get qaldır, sonra cərimə yazım buraxım, nə edə bilərəm? Yəni avtomobilin vizual baxdıqda arxası aşağı, qabağı yuxarıdırsa, yəni vizual olaraq bunu yol polisi görürsə, təbii ki, irad bildirəcək və nəqliyyat vasitəsinin duracağa təmin olunması ilə bağlı göstəriş verəcək. Bəli. Yox, əgər aydın olsa ki, yay sadəcə ölüdür, yəni belə istismar müddəti bitib. Buna görə sadəcə 50 manat cərimə yazıb buraxmalıdır. Buna görə avtomobili duracağa yerləşdirmək düzgün deyil. Yox, əgər müdaxilə ilə, misal üçün, prujin qızdırılıb, kəsilib, nə bilim, soyuq presə verilib və ya təndirə qoyulub, Zöhrab keçən səfər demişdi, Zəmrub deyə bilər ki, mən deyir, təndirə qoya bilərəm. Bu artıq müdaxilədir və bunun da cəriməsi 150 manatdır. Bunu da yerində aradan qaldıra bilmirək, ona görə cərimə meydançasına aparır, cərimə yazılır və yerində aradan qaldırmaq mümkün deyilsə, evakuatorun üzərində, yəni avtomobil gəlir cərimə meydançasına, evakuatorun üzərində birbaşa servisə aparır. Lap servisə yox, birbaşa apara bilər evində maşını
düşürə bilər idarə etmədən. Çünki avtomobil yenə idarə etsə, dərhal yenə də avtomobil cərimə meydançasına gedəcək. Növbəti mesajımız nə ilə bağlıdır? Deməli 8495 yazır. Salam məcəsi, sağ olun, siz yaxşı olun. Maşın almışıq, adımıza format edərkən maşının üstündəki nömrəni saxlamaq üçün rüsum istədilər. Nə dərəcədə düzgündür deyə bax belə bir mesaj. Biz keçən səfər bu barədə məlumat verdik ki, avtomobilin qeydiyyatı zamanı dövlət qeydiyyat nişanları avtomobilin üzərində saxlanılır. Və bunun saxlanılması üçün maşının sahibindən hər hansısa bir ərizənin tələb etməsi qanunvericilikdə yoxdur. Bəli. Avtomobil yol hərəkəti haqqında qanunun 29-cu maddənin 3-cü bəndində açıq-aydın şəkildə göstərilir ki, qeydiyyat zamanı dövlət qeydiyyat nişanları avtomobilin üzərində saxlanılır. Vəssalam. Əgər kimsə tələb edirsə nəsə, rəsmi qaydada müraciət etsin, şikayət etsinlər. Məsələn, lizinqlə bağlı hansısa bir problemlər varsa, yəni sizə müraciət olunanla bağlı, maşallah baxıram, kifayət qədər sizin kütləniz var, suallar ünvanlanır, bunu görürəm. Əslində bu sevindirici haldır. Sizə ünvanlanan sualları siz deyin. Elə mənim özümə də maraqlıdır bəzi suallar istərdim. Biz təbii ki, qanun tərəfini üzr istəyirəm, siz bilirsiniz. Biz bu praktika tərəfi necə eləməliyik, necə edirsən, normalda nə üçün, nəyi qarşılayırıq, hansı addım, hansı bir problemin qarşısını alır, onu sizə bildirək. Aha. Lizinqlə bağlı mənə nə maraqlıdır? Ümumiyyətlə lizinq şirkətləri bildiyim qədərilə hüquqi şəxsin adına olur da, düzdürmü? Avtomatik olaraq hüquqi şəxsin adındadır. O şirkətin balansında olur da bu avtomobillər. Yəni suallardan məsələn bayaqları bir nəfər sual verdi. İstərdim bunu cavablandırasınız. Lizinqi krediti tez bağladıqda endirim olurmu və bu necə hesablanır? Bu barədə məlumat verə bilərsiniz? Deməli, istənilən lizinq kreditləri ümumiyyətlə istənilən kreditlərin daha doğrusu böyük əksəriyyəti rəsmi şəkildə əgər fəaliyyət göstərən lizinqlərdən söhbət gedirsə, onlar annuitet cədvəl üzərindən verilir. Yəni azalan faizlə, bizim bildiyimiz azalan faizlə. Rəqəm məsələn mən məsələn çəkirəm 20.000 civarında kredit götürür. Lizing krediti götürür. Avtomobilin müəyyən bir qiyməti var. Biz 20.000-i maliyyə qurumu olaraq qarşılayırıqsa, 20.000 ona annuitet cədvəl veririk. 20.000 üzərində təxmin deyirəm 4.036 aya faiz hissəsini qayıtmalıdır və aylıq ödənişin içində artıq faiz hissələri bölünür. Elə bil 24.000 bərabər bölünür 36-ya. Bərabər bölünməsə də bəli bölünür. Birinci öncəki aylar faiz hissəsi çox olur. Lakin getdikcə kredit bitdikcə azalır. Banklardakı sistemdəki kimi. Banklardakı sistem kimi və istənilən vaxtda müştəri gəlib krediti bağladığı halda onun faizləri güzəştli olunur. Yəni məsələn kredit cədvəlinin 13-cü ayında müştəri gətirib krediti bağlayırsa və 36 aylıq götürübsə, yerdə qalan 23 ayın bütün faiz hissəsi ona güzəşli olunur. Güzəş nə qədər güzəşli olunur? Yəni tamamilə silinir. Tamamilə silinir. Bəli, tamamilə silinir. Təbii ki, bu lizinq şirkətlərinin fəaliyyətindən, amma bugünkü günü Mərkəzi Bank tərəfindən fəaliyyəti təsdiq olunmuş, tanınmış, yəni rəsmi şəkildə işləyən lizinq şirkətlərində bu formadadır. İndi digər el arasında əl krediti dediyimiz hallarda təbii ki, onlarda fərqlənmə hesablama fərqli formalarda gedir. Amma yəni bu dəqiqə müştərilər elə bir dövrdir ki, hər kəs hər şeydən məlumatlıdır. Normalda hər kəsin işlədiyi dediyim birinci variantdır. Annuitet cədvəlindən verilir. İstənilən vaxtı krediti bağladıqda ondan sonrakı kredit sonuna qədər olan faiz hissəsi tamamilə silinir. Maraqlı. Yəni eyni bank sistemi kimi tez bağlasan bütün faizlər bağlanır. Ümumiyyətlə lizinqin özü bank kredit məhsuludur. Yəni biz lizinq şirkəti deyəndə, yəni hər kəsə belə bank kredit məhsuludur. Sırf onun yalnız məsələn bankda fəaliyyətlər çoxdur. İstər kredit tərəfindən, kredit məhsulları baxımından, istər digər əməliyyatlar baxımından. Amma lizinq şirkətləri sırf lizinq məhsulunun satışı ilə məşğuldur. Ona görə təbii ki, banklara məsələn nəzarət edən orqanlar o yüklülükdə lizinq şirkətləri nəzarət eləmir deyə müəyyən orada hallar ola bilir. Amma yekunda hər kəsin bir dənə vahid xətti var ki, o da cədvəl eyni qaydada gedir. O lizinqdən avtomobillərin çıxarılmasına bağlı sürücülər bəzən problem yaşayırlar, bəzi hallarla rastlaşırlar. Yəni ən çox problemləri indi burada bir sayılasaq, məsələn nələri vurğulaya bilərik? Öncə belə bir şey deyim. Deməli lizinqlə bağlı olanda biz bir balaca məsələni böyük qəliz formada dedikdə müştərilər daha da qəlizə düşürlər. Yəni sadə bir hal deyim. Mən avtomobil satıram, avtomobil mülkiyyətçisiyəm. Necə ki bayaq siz dediniz, sizə sürmə etibarnaməsi vermişəm və siz maşını bitirib kiməsə satmaq istəyirsiniz. Elnur bəy gəlib maşını almaq istəyir və Elnur bəy deyir ki, yox, maşını sizdən alıram.
Hansı ki maşını sizin satmaq deyə bir ixtiyarınız yoxdur. Yəni bizim bağladığımız müqavilə baxımından elə bir ixtiyarınız, elə bir səlahiyyətiniz, vəzifəniz yoxdur. Siz müraciət eləməlisiniz bizə. Biz baxmalıyıq. Həmin məbləğ nə qədər bitir? Bankın ümumiyyətlə sizin borcunuz nə qədərdir? Maşın hansı vəziyyətdədir? Mülkiyyətçi biz olduğumuza görə artıq razılıqda sizin xəbərdarlığınızla sizə xəbər verməyinə siz bizə müraciət edirsiniz. Yazılı şəkildə ki, avtomobili satmaq istəyirəm, müəyyən imkanlar daxilində ödəyə bilmirəm və yaxud da ki, istənilən halda satıb başqa maşın almaq istəyirəm. O halda müraciət edirsiniz ərizə formasından. Biz avtomobili sizi lizingdə ola başqa bir alqı-satqını digər bir şəxsin adına çevirə bilirik. Və yaxud da krediti bağladıqdan sonra tam bağlanır. Sizin ərizənizin əsasında kimin adına rəsmiləşməsinə etiraz eləmirik. Elə bir ərizə yazırıq. O ərizənin əsasında da avtomobil keçə bilir Elnur bəyin adına. Mən belə başa düşdüm ki, tutağım leasing şirkəti maşın satır kiməsə və burada səhv etmirəmsə elə olur ki, aylıq etibarnamə verir, elə olur ki, 3 aylıq baxır o müştərinin vaxtında ödəyici qabiliyyətinə görə etibarnamənin müddəti bir o qədər də uzun olur. Okey, mən maşını aldım, krediti bağladım, tamamilə bağladım. Kredit bağlanandan sonra leasing şirkətindən mənə arayış verilir. Düzdürmü ki, mən onu dövlət yol polisinə təqdim eləyirəm ki, bu qeydiyyat məsələsini özgənənkiləşdirilməsi ilə bağlı bir arayış verirsiniz ki, etiraz etmirəm. Düzdürmü? Və leasing şirkətinin nümayəndəsinin həmin yerdə iştirak etməsinə də ehtiyac qalmır. Düzdürmü, yoxsa necə? Əslində ehtiyac vacibdir. Ehtiyac vacibdir müəyyən hallarda, çünki istənilən halda avtomobil bugünkü günə baş verə biləcək hansısa qeyri-legal məsələlərin qarşısını almaq üçün, həmən müştəri ilə bank arasında müəyyən problemlərin yaranmamaq üçün nümayəndənin iştirak etməsi vacibdir. Çünki avtomobili götürdükdə, biz lizinqə saldıqda qanunverici bütün tələblərinə uyğun götürülür. Məsələn, texpasportda istənilən bir əlavələr varsa, avtomobilin maşın nömrəsi, motor nömrəsi, hansısa dəyişiklik, konstruksiyasında olan dəyişiklik bildiyimiz kimi çox rast gəlir. BMW markalı avtomobillərdə M paketi yığılma, AMC paketi yığılma və yaxud da digər. Bu kimi halları aradan qaldırmaq üçün və çox vaxt qeydiyyat imtahan buraxılış məntəqəsində belə tələb edirlər ki, leasing nümayəndəsinin özü iştirak eləsin. Çünki gələcəkdə baş verə biləcək hansısa problemli hallar olmasın deyə onlar belə tələb edirlər. Bunun üçün vacibdir. Yəni qanun tərəfindən vacib olmasa da, bəli, çünki birbaşa biz artıq alqı-satqıda təhvil təslim edirik. Təhvil təslimində biz təhvil verən tərəf mütləq şəkildə iştirak etməliyik. Mən biz dediyimdə ümumi lizing şirkətləri adını daşıyım, lizing şirkətləri mütləq şəkildə iştirak etməlidir. Ya bir nümayəndəsi, ya da ki orada yəni səlahiyyətli şəxs, ya da ki etibarnaməsi olan şəxs. Bəli, mütləq şəkildə etibarnaməsi olan şəxs. Okey. Suallar da var. Əlavə sualım var idi. Yox, mən sadəcə bir şey də toxunmaq istəyirdim. Bu leasing şirkətindən nəqliyyat vasitələrinin çıxarılması ilə bağlı, addan çıxarılmasına hüquqi şəxs olduğu üçün bu sualı mənə verirlər ki, bəs bunun xərci nə qədərdir? Bunun qanuni tərəfini mən istərdim bildirim. Deməli, əgər biz hüquqi şəxsdən avtomobili alırıqsa, hüquqi şəxsdən, o zaman mühərrikin həcmi və istehsal ili nəzərə alınmır. Yəni hüquqi şəxsdən istir leasing olsun, istir şirkət olsun, fərq etməz. Avtomobil hüquqi şəxsdən alınırsa, burada standart bir rüsum var, 20 manatdır. Avtomobil üçün 30 manat texpasportdur və leasing şirkətindən avtomobil alanda məncə nömrə də dəyişdirilir. Düzdürmü? Bu hökmən dəyişir. Hüquqi şəxs olmasa, fiziki şəxs olmasa. 30 manat nömrə, 30 manat texpasport və 20 manat da qeydiyyat üçün tələb olunan rüsumdur. Çünki çoxları elə bilirlər ki, bizə sual ünvanlayırlar ki, bəs leasing şirkətindən avtomobili çıxartdıqda mühərrikin həcmi və istehsal ili hesablanır yoxsa yox? Bu sırf fiziki şəxslərdən aldığımız təqdirdə bu mühərrik həcmi və istehsal ili hesablanır. Hüquqi şəxslərdən aldıqda isə bu standart rüsumdur. Onu istədim bildirim ki, bilinsin, yəni məlumatlı olsunlar. Gələn suallara baxaq, izləyicilər də yazıblar, çox gözləməsinlər. Dəyərli dostlar, həm leasing üzərinə suallar verə bilərsiniz ki, Vüsal bəy buradadır, həm də qanuni məsələlərlə bağlı Hüseyn dostumuz kömək edir. 86-89 adımız, 86-89-da qalmışdıq. Düz baxıram, yoxsa yox? 89-69 daha doğrusu. Yazır bizə. Arxa yay avtomobilin üzərinə 38 sm gəlir, amma yeni yaylar 31 sm-dir. 31 sm-lik yay qoymaq olarmı? Arxa yay avtomobilin üzərinə, 2 dəfə yazıb eyni sualdır. Arxa yay avtomobilin üzərində 38 sm gəlir. Amma yeni yaylar 31 sm. Yəni bir növ elə bil aşağı salır da avtomobili. Qeyd etdiyim kimi əgər elədirsə, həm arxa, həm qabaq eyni şəkildə
pasatka deyirlər də, bunu aşağı düşürsə, ağırlıq mərkəzi pozulmursa, burada hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz. 62-66 yazır, Salamir bizi sağ olsun. Yazır ki, aparaturaya cərimə yazıla bilərmi? Oxutmuramsa, istifadə etmirəmsə. Yox, heç bir cəriməsi yoxdur. Kolonka qoymuşam, nə bilim, əlavə basavik qoymuşam. Təbii ki, belə deyək, ictimai qaydanı pozmamaq şərti ilə, yəni ictimai asayişi pozmamaq şərti ilə heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Yəni buna görə sizə cərimə yazılır ki, maraqlı gəldi. Niyə bunu soruşursunuz? Salamir bizi, deməli izləyicimiz yazır ki, ilk öncə diqqətiniz üçün təşəkkürlər, sağ olun. Ford Transitin resoru, yəni yük askısı 7 ədəddir. Bunun cəriməsi varmı? Bizim bildiyimiz qədər əlavə yük askısının cəriməsi olmamalıdır. Bəli, ona görə ki, maşının möhkəmliyi yolda qalmamaq üçün əlavə edirik. Yol polisi xidməti deməli əməkdaşları saxlayıb maşını duracağa aparır. Yük askısı əlavə olduğuna görə əgər cəriməsi yoxdursa, YPX maşını niyə bizi duracağa aparırsa nə etməliyik? Yəni çox xahiş edirik bununla bağlı məlumat verərdiniz. Bununla bağlı dəyərli hüquqşünasımız da məlumat vermişdir ki, resorlar istehsalçı zavod tərəfindən minimal həddə nəzərdə tutulur. Yəni minimum sənin tutan 5 dənə resorun olmalıdır. 5-dən aşağı olduğu təqdirdə sən qayda pozmuş olursan. Əgər sən 5-i 6 etmisən, 7 eləmisən, ən azından yük daşımaq üçün burada hər hansı bir qayda pozuntusundan söhbət gedə bilmir. Əfsuslar olsun ki, yəni biz deyirik ki, qanunla belədir. Kitabda belə yazılır, qanunvericilikdə belədir. Formal belədir. Əfsuslar olsun ki, bu qanunvericiliyə belə deyək də gözəyarı baxan əməkdaşlarımız var ki, narazılıq yaradırlar və ümid edirəm ki, bizim bu çəkilişlər vasitəsilə qanunvericiliyin tələbləri müəyyən orqanlara çatar və həmin şəxslər barədə lazımi tədbirlər görürlər ki, vətəndaşlara qeyri-qanuni addımlar atmasınlar. Növbəti mesajımız 3570-dən gəlir. Salam, hər birimizi salamlayır, sağ olsun və xahiş edirəm deyir mənə köməkliyi göstərin. Atam rəhmətə gedib, Allah rəhmət eləsin. Avtomobilin vəkaləti mənə verilib. Hansı sənədlə, necə və nə qədər rüsumla öz adıma keçirdə bilərəm? Avtomobil 2011 Chevrolet Aveo 1.4 mühərrikdir yazır. Bayaqları qeyd etdiyim kimi burada artıq yəni bağışlanma qaydasında olacaq. Yəni burada artıq düşünürəm ki, notariusa bağışlanmağa falan ehtiyac yoxdur. Bu avtomatik keçir də bunun adına. Sadəcə ailə üzvləri arasında notariusdan razılıq ərizəsi, imtina ərizəsi ki, biz bu maşından imtina edirik. Problem deyil də, bu tam keçsin filan kəsin adına. 20 manat qeydiyyat üçün rüsumdur, 30 manat da Çex pasport üçün. Vəssalam. Salam, hər birinizi salamlayıram. Sağ olun. Sualım ondan ibarətdir ki, mənim maşınımın disk ölçüsü R17-dir. Dəyişib R19 qoydum və maşının kitabçasında R19 ölçüsünə kimi icazə var. Varsa heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Ancaq disk təkər kuzadan hardasa 2 sm çölə çıxdı. Buna görə də hər dəfə yol polisi əməkdaşı saxlayır, irad tutur. İndi burada kim haqlıdır? İzah etsəniz əla olardı. Yəni burada belə deyim də, avtomobilə quraşdırılan disk avtomobil təkərlərinin ölçüsünə uyğundur. Qanunvericilikdə disk deyilmir də, qanunvericilikdə təkər və şinlər deyir. Və həmçinin avtomobilin kitabçasında da təkər ölçülərindən söhbət gedir. 225 50 R17. R nə demək? Radial, yəni yumru deməkdir. 225 50 R17 və yaxud da ki, nə bilim 235 45 R18. Bu ölçülərdə təkər və ona uyğun disk qoyulursa, lap belə disk kənara çıxsın. Amma ölçüləri eynidirsə, burada qayda pozuntusundan söhbət gedə bilməz. Sonra 2132 növbəti mesaj yazır ki, salam ver bizi sağ olsun. Yazır Nivaya 18'lik disk ilə 225-45 təkər qoymuşam. Maşını dayanacağa aparıb 150 manat cərimə yaza bilərlərmi deyə bax belə bir sual var. Bugün təkər ölçüsünə bağlı çox sual. Niva ilə bağlı, yəni istehsalçı zavod Niva üçün hansı təkər ölçüləri nəzərdə tutubsa dedikdə bilirsiniz nətərdir? Mən burada istərdim tam bir məlumat verim ki, bax, istehsalçı zavoddan bunu 16-lıqla buraxır. Bəli. Kitabçasında da yazılır ki, 17-yə kimi qoya bilərsən. Amma internet beynəlxalq saytlar var da, internetə girirsən, deyirsən ki, mən bunu hansı təkər ölçüləri ilə dəyişə bilərəm. Bəli. Avtomobilin konstruksiyasına uyğun. Bəli. Orada da qeyd olunur ki, həm 16, 17, 18 də qoya bilərsən. Amma 18-i bu ölçülərlə qoya. Əgər həmin o ölçülər həmin avtomobil üçün nəzərdə tutulursa, burada hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz. Yox, əgər orada qeyd olunur ki, tutalım 225, 50, R18, bu da qoyur 255, 35, R18, bu artıq qayda pozuntusu kimi qeyd
qeyd alına bilər və bunun da cəriməsi 150 manat deyil, 50 manatdır. Növbəti mesaj deməli, Salamir bizi izləyicimiz sağ olsun. Yazır ki, sürücülük vəsiqəsi məhdudiyyət var. Vaxtı tamam olanda hara yaxınlaşıb götürməliyəm? Cəriməyə görə 6 aylıq məhdudiyyət deyir. 6 aylıq sürücülük vəsiqəsinə məhrumiyyət qoyulubsa, yəni məhdudiyyət verilibsə, idarə etmək hüququ məhdudlaşdırılıbsa, 6 ayın tamamında sürücülük vəsiqəsini hansı idarəyə təhvil vermişdisə, gedir oradan götürür, məhrumiyyət də götürülür. Yəni bunun üçün əlavə imtahan, bunun üçün əlavə hər hansı bir ödənişə ehtiyac yoxdur. Sürücü nə vaxt 511.1.3-cü maddəyə aid protokol tərtib olunur? Yerindən qəfil sürətlənərək səs çıxarmaqda aiddirmi buna? Yoxsa yerdə təkər izləri mi qalmalıdır deyə belə bir sual var. 511-ci maddə avtoxuliqanlıq maddəsidir və bu hər bir inzibati xətanı avtoxuliqanlıq kimi qeydiyyata almaq, qeyd etmək biraz düzgün deyil. Çünki avtoxuliqanlıq ağır bir ittihamdır. Bax, qeyd edir ki, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarını davamlı olaraq pozulması, plus əhaliyə açıqca hörmətsizlik ifadə edən, hələ mən o qərəzli hərəkətləri demirəm, iki təkər qal. Görün, bu qərəzli hərəkətlərə qədər nə dedi? İctimai qaydanı pozmaq, əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaq, əhaliyə belə deyək, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək və yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşahidə edilən qərəzli hərəkətlər. Əgər onların heç biri yoxdursa, məsələn, yağışlı havadır, mən bir damcı qaz verdim, arxa təkər eşitdi, sürüşdü. Burada hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz. Maksimum şəkildə nə edə bilər? Yol polisi həmin şəxsi saxlayıb deyə bilərlər ki, yəni ehtiyatlı ol da qardaş, belə sürmə. Yəni yağışı deməyək. Burada indi yazır ki, mən də tək fikirləşirəm. Yerindən qəfil sürətlənərək səs çıxartmaq. Bu, yəni yenə deyirəm, heç kimə təhlükə yaratmırsa, qayda pozmursa, əhalini belə hörmətsizlik etmirsə, cəmiyyətə hörmətsizlik ifadə etmirsə, yəni bu addımlarda sadəcə belə deyə də bir növ cavanlıq edibsə, yol polisi bəli saxlayıb onu xəbərdarlıq etməlidir. Amma bir şey var, yol polisi bunu saxlayıb, xəbərdarlıq eləyib buraxsa, bu deyəcək ki, aha, yol polisi mənə saxlayıb, bir dənə deyim, nəticə etibarilə digərləri də bundan istifadə edə bilərlər deyə, nə olur? Gedir cərimə meydançasına, bir növ başı ağrıyır da, apardılar, mən başınsız qaldım. Bir növ o qılınc müsəlman söhbəti var da. Yəni bir var sənə xəbərdarlıq etsinlər. Biz misal üçün adi bir primitiv bir misal çəkəcəm. Ağa Nemətullah küçəsi ilə gəlirsən, üzün Monçinə, tuneldən çıxdın, əvvəllər orada hamısı geriyə dönürdü. Biz ora dəfələrlə sosial şəbəkədə, səhifəmizdə videolar paylaşırdıq ki, orada geriyə dönmə etməyin. Olmaz. Orada düz və sağa var. Əgər təzədən Heydər Əliyev prospektinə çıxmaq istəyirsənsə, ya sağa dön, bir dənə də sağa dönürsən, çıxarsan. Etməyin. Nə oldu? Hamı dönürdü. Cərimə başladılar tətbiq etməyə 40 manat cərimə, nişanın tələbini pozmaq. Bu dəqiqə heç dönmür. Adda qoy ki, yerdə kruq var. Kruq silinib gedib, yəni düzdür, yaxşı silinməyib, amma üstündən də onun o şeylər də çəkilmişdi də, paxlava deyək. Amma cərimə tətbiq olunmurdu deyə həmin şəxslər o qaydanı... İndi təsəvvür et ki, sən təkəriz meyxaladın, o bəyək kimi də, mən saxlayıram səni polis kimi, deyirəm ki, Elnur, eləmə. Sən oldu yoldaş inspektor, gəlsən orada eləyirsən. Bu izləyicimiz Ramiz bəy dəfələrlə yazır, arada mənim görürəm. Mənim biton var, o biton var, 2008-dir. Mən 2013-ə yığdırmışam. 2008-i 2013-ə. Yol polisi əməkdaşları harda görürlər, saxlayırlar deyə bax belə. Yəqin yol polisləri saxlayırlar, təbrik edirlər ki, xeyirli olsun. Xeyir dua verirlər, buraxırlar da başqa niyə saxlayacaqlar? Yəni orada nə ola bilər ki, nə etmisiniz siz orada? Yəni böyük ehtimal deyir ki, bunu qeydiyyat şəhadətnaməsində qeyd eləməlisən, göstərməlisən. Amma o qeydiyyat şəhadətnaməsində onu göstərməyə ehtiyac yoxdur. Çünki avtomobilin marka modeli dəyişmirsə, bunu qeydiyyat şəhadətnaməsində göstərməyə ehtiyac yoxdur. Bu məsələ əslində bugünkü gündə çox aktualdır. Çox aktual məsələdir. Tək bu da Vito markası əslində mən bu problemlər içində ən az eşitdiyim bir modeldir. Ən çox Mercedes, BMW bu markalarda olur. Q2 Kuza, məsələn, bu Restado, bu kimi şeylər. Amma əslində belə fikirləşirəm, mən fikirləşirəm ki, təbii ki, qanun tərəfini siz bilirsiniz. Rəsmi hansısa servis
sənəd əsasında verdiyi təqdirdə həqiqətən, çünki burada mən bildiyim qədərlə DP əməkdaşları ona görə kəskin irad bildirir ki, çünki avtomobilin təhlükəsizlik baxımından istər bildiyimiz kimi bu ferdə hava yastığı müəyyən sensorları var, qəza anında bunlar. Bu fer filan bu kimi dəyişikliklər olduğu halda maşın, avtomobil həmən qəzaya əvvəlki kimi reaksiya verəcək yoxsa yox, o da var təbii ki. O sual altındadır. Bunun üçün mənə elə gəlir, hansısa servisdən təbii ki, qanun tərəfi yenə deyirəm. Siz mənə mən bu tərəfini deyirəm. Açıqlama verərsə, sənəd verərsə, bir qüsur aktı kimi, ümumiyyətlə bir arayış kimi verərsə, mənə elə gəlir kifayət edir və onun əsasında ehtiyac varsa texpasporta yazılmaq, artıq necə olur? Əslində bilirsiniz, bir tərəfdən sizin dediyinizdə haqq var. Bu günləri servislər var ki, avtomobilə sport tipli yay quraşdırıldıqdan sonra sənəd verir ki, sport tipli yay quraşdırılıb, normativə uyğundur. Avtomobilin 4 yay, 4-ü də sport tiplidir. Askı sistemi belə deyək də qanun çərçivəsində normativlərə uyğun müdaxilə olunub. Rəsmi sənəd verir. Əfsuslar olsun ki, bəzi əməkdaşlar heç onlara da baxmırlar. Ta ki məsələ gedir cərimə meydançasına, ta ki həmin şəxs şikayət eləyir və şikayət etdikdən sonra, hətta məhkəməyə verildikdən sonra, şəxs qalib olandan sonra əlində rəsmi məhkəmə qərarını gəzdirir ki, bax, mən bundan unutmuşam. Onda 10 nəfərdən inspektorlardan söhbət gedir. 5-i bunu qəbul edir. 5-i yenə də deyir ki, mənə o dəxli yoxdur, sən gedirsən cərimə meydançasına. Yəni bu günün reallığıdır. Məhkəmə qərarını mən məhkəmədə led udmuşam da misal üçün və yaxud da ki sport tipli yay bəziləri var qəbul eləyir, bəziləri də var qəbul edə bilmir. Niyə qəbul edə bilmirlər? Çünki mən belə düşünürəm ki, baxın, hər bir yol polisi mütəxəssis deyil axı. Yol polisinin işıq cihazları ilə bağlı və yaxud da ki təkərlə, sport tipli yay ilə bağlı, yəni şərt deyil də hamısı mütləq qaydada mühəndis bu sahənin belə deyək bir növ mühəndisi olsunlar. Düzdürmü? Ustası olsunlar. Əgər ustaydılarsa bunlar niyə yol polisi oldular? Yol polisinin əsas məqsədi nədir? İctimai qaydanı, bir dəqiqə bu nəsə verdi. İctimai qaydanı qorumaq, qaydalara əməl etməyənlərə nəzarət etmək, yol hərəkəti təhlükəsizliyini təmin etmək və qayda pozanlarla bağlı tədbir görmək. Ay nə bilim, sən sport tipli yay quraşdırmısan, olmaz, sertifikat olmalıdır və yaxud arayış olmalı və s. və ilaxır kimi şeylərin tələb edilməsi əslində bir növ nəyə göstərir? Yol polisi elə bil ustadır və deyir ki, mən ustayam, sən bunu etməməlisin. Ustaydınsa niyə yol polisi oldun? Və yaxud da yol polisənsə niyə ustalığı vatdın? Odur ki, belə məsələlərdə peşəkar mütəxəssislərə müraciət olunmalıdır ki, həmin şəxslər bu barədə dəqiq məlumat versinlər ki, sən avtomobili və quraşdırdığın sport tipli yay qanunidir, qanunidir. O da nətər olur? Misal üçün, çoxları deyir ki, mən sport tipli yay quraşdırmışam hansısa bir X servisdə. Bunun rəsmi servisi bununla bağlı bir rəy verə bilməyəcək, rayiş verə bilməyəcək. O sadəcə deyəcək ki, quraşdırılan yaylar istehsalçı zavodun quraşdırdığı yay deyil. Yol polisi də bunun əlində sübut kimi saxlayacaq ki, bax, rəsmi servis verdi ki, bunu istehsalçı zavod quraşdırmayıb. O zaman sual verim. Avtomobilin üzərinə gələn təkərlər istehsalçı zavoddan, Michelindən gəlir. 5 ildən sonra mən dəyişirəm, Lassa qoyuram. Onda yol polisi mənə saxlasın, desin ki, yox, istehsalçı zavoddan Michelindən gəlmişdi, sən mütləq Michelin qoymalısın. Düzdürmü? Bax, burada əsas normativ tələbdir. Beynəlxalq standartlardır. Ola bilər ki, mən avtomobilimə istehsalçının texniki sənədlərdə göstərdiyi detalları deyil, digər, amma avtomobilə uyğun olan şirkətin detallarını quraşdırıram. Əsas odur ki, həmin onun keyfiyyət sertifikatı olsun, düzgün quraşdırım, normativ pozulmasın. Vəssalam. Dəyərli dostlar, Ato Təmir live efirini izləyirsiniz hazırda. Bilirəm, biz təmirlə bağlı çox danışırıq. Ustalarımız da köməkli göstərir sizə. Düzdür, burada bugün ustalarımız yoxdur, amma təmirlə bağlı da rahat biz sizi yönləndirə bilirik ustalara.
ümumiyyətlə yağ dəyişmə mərkəzi olaraq avtomobilə qulluqla bağlı da köməkliyimizdəyik. Havoline Yağlar efrimizin baş sponsorudur, məlumat verim sizə. Yağ markalarından bağlı əziyyət çəkənlər, yağ markası axtaranlar, araşdırma edənlər Havoline markasını rahat avtomobildə süzə bilərsiniz. Bir də mesaj olaraq bizə yazan şəxslər ardında da sual işarələri göndərirlər. Sual işarələri göndərməyiniz mesaj daha çox yuxarı çıxır. Mən ona geç çatıram. Yəni yazdınız gözləyin. Sual işarəsi yazmayın ki, daha da gecikir sizin mesaj gəlib çatmaq. Nömrəmi gəlirsən, get təkrar. Nömrəmiz belədir. 050 dəyərli dostlar 43 44 555. 050 43 44 555. Bax WhatsApp-a rahat mesajı yazıb göndərə bilərsiniz bizə ki 1959 salamlayır bizi sağ olsun. Yazır ki Spacer-a görə cərimə yazıla bilərmi? Ətraflı məlumat verin, zəhmət olmasa bax belə bir mesajı var. Spacer ilə bağlı biz dəfələrlə demişik ki, bunun avtomobilin konstruksiyasına, ağırlığına, falanına heç bir aidiyyatı yoxdur və biz buradan tövsiyə edirik ki, Spacer az olmalıdır. Səhv etmirəmsə Zöhrab da demişdi. Quraşdıranda həmin yerə müraciət etsinlər. Oradan əllərində bir sənəd alsınlar ki, falan yerdə quraşdırmışam, rahat idarə etsinlər. Mənə ayına 50 manat cərimə yazıbdı. Mən onu bir ay müddətinə ödədim. Mən ödəyəndən sonra təzədən mənim pensiya kartımdan 50 manat pul tutulub. Pensiya kartımdan pul tutulub və ayna tərəfindən harada şikayət edirəm, baxmırlar. Bu. Mən ilk dəfə də belə bir şey görürəm. 2 dəfə pul çıxıb da adamdan. Yəni bunu artıq bəlkə pensiya kartınızdan dəqiq aynaya görə pul tutulub. Bəlkə yəni başqa bu, nəsə yəni ilk dəfədir belə bir şeylə. Aynaya görə niyə pul tutulsun ki? Ayna, yəni indiyənə kimi Yox, pensiya kartının ümumiyyətlə pul tutulması yalnız məhkəmənin qərarıdır. Məhkəmənin icra orqanının yerinə yetirdiyi məsələdir o. Ya bu ola bilmir. Bəlkə başqa bir şeydir o. Başqa məsələdir. O bəlkə ayna adı ilə var. Bəli, ayna ilə bağlı hansısa problem var hər halda. Müştəri elə bilir ki, tutulma aynaya görədir. Normalda 50 manat aynada elə bir icbati xərc yoxdur. O şeydir, misal üçün taksi fəaliyyətidir falan da, amma o da yenə deyirəm ayna yazmır da, bir növ yol polis tərəfinə aiddir. O cür. Yəni, siz dəqiq bilirsiniz ki, aynaya görədir. Necə bunu göstərə bilərsiniz ki, məsələn, bu aynaya görədir, o tutulma 50 manat? Sənədləri, qəbzləri falanı. Nəysə var mı? Banka müraciət eləsin. Kapital banka müraciət eləsin, pensiya hər halda kapital banka verilir. Ya kapital ya da ABB olacaq, bəli. Müraciət eləsin, müraciət elədiyi orada hara tutulubdur, nə üçün tutulub, orada məlumat verilir. Salam aleykum, aleykum salam. Məndə Kia Sorento'dur, 2017 modeldir, coilover amortizatordur. Buna görə cərimə edilə bilərəmmi və buna sənəd hazırlamaq lazımdırmı? Öz oxu üzərində düzdür, amma biraz alçaqdır deyə yazır, göndərir. Mən bunun deyim ki, cəriməsi yoxdur və yaxud da ki, var, səhv deyərəm. Niyə? Çünki mən bilmirəm axı quraşdırılan coilover hansı firmaya aiddir, avtomobilə necə quraşdırılıb və s. Yaxşı olardı ki, həmin şəxsə biz Zöhrabın nömrəsini göndərək. O Zöhrab əlaqə saxlasın. Yəni Edistar Az səhifəsinə müraciət etməklə həmin Zöhrabdan ətraflı məlumat ala bilərlər. O aparatura məsələsi var da, cərimə yazılması. Bəs deyirlər, çox avazlı səs sistemidir, 800 manat cərimədir, məhkəmə müsadirə edir. Bölməyə aparmışlar cərimə mediasına da. Yox, çox avazlı səs sistemi siqnala aiddir. O, bir var siqnal monoton olsun, bir də var bip bap, yəni 2 dənə tonda olsun. Budur. Və yaxud da ki, polisə, təcili yardıma, sonra yanğın söndürənlərə aid olan o səs siqnalları var. Odur, çox avazlı. Bəli. Onun cəriməsi 500-800 manatdır. Plus ona görə də maşın həm duracağa gedir, əgər yerində onu aradan qaldıra bilmirsə. Yerində aradan qaldıra bilirlərsə, cərimə yazılır. Plus həmin şeydə müsadirə olunur. Bəli, avadanlıq müsadirə olunur. Buna bir cavab verdik də 38 sm gəlir, amma yeni yayda 31 sm-dir. Kəsik və ya qızdırılmış deyil, zavod hissəsi olaraq 31 sm gəlir deyə yazıb. Yəni mən dedim də ona, əgər 31 gəlirsə, 38-ə kimi icazə varsa və yaxud da ki, eyni qaydada aşağı salırsa, bir problemi yoxdur. Amma yenə də yaxşı olardı ki, bunu quraşdırdığı yerdən bir sənəd alsın ki, arayışda belə deyək. Kağız ki, onlar desinlər. İzləyicimiz salamlayır bizi sağ olsun. Yazır ki, nömrəni itirdiyimə görə ərizə yazmışam. Bir aydan sonra nömrəni yenidən almaq üçün rüsum nələrə ödəməliyəm, nə qədər ödəyəcəm? 60 manat rüsumu var. 60. Hansı nömrədə bu? 0956-nın sualını cavablandırırıq. Düzdürmü? Bəli. Nömrə itibsə ərizə yazır və arayış veriləcək ki, yəni təzə nömrə verilsin. Öz nömrəsi verilməyəcək təbii ki, digər nömrəsi də təhvil veriləcək. Avtomobilə yenidən müayinədən keçəcək. Müayinə dedikdə, yəni ban nömrəsi yoxlanılacaq, mühərrik nömrəsi, bir də rəngi. Ərizə yazılacaq, 2 saylı əlavə, yəni forma 2 deyirlər buna. Buna təzə bir dənə nömrə veriləcək, tamamilə 0, başqa bir nömrə. Bir də yeni çex pasport. Rüsum da 30 manat çex pasporta görə, yəni qeydiyyat şəhadətnaməsinə görə, 30 manat da
nömrəyə görə. Vəssalam, sıradan keçən bir nömrə verilir. Bron olunma məsələsi düzgündür yoxsa var belə bir Yox, şey? qanunvericilikdə bron söhbəti deyilən bir şey yoxdur. Hə, bunu saxla. Mənim üçün saxla. O bilirsiniz nətərdir? Bax mən sizə deyim, mən maşını satıram. Yaxşı. Gəlirəm yol polisinə deyirəm ki, bəs imkan varsa bunu saxlayın. Yəni satmayın da. Çünki yol polisinə təhvil verəndə, Bəli. yəni istənilən vaxt satıla bilər. Ki bəs mən 2 gün, 3 gün təzə maşın alacağam, bunu vurarıq üstünə. Hə, bunu etmək olar. Bunun üçün əlavə mən rüsum ödəyim ki, mən saxlayım bunu. Qanunda elə bir şey yoxdur. Bu bir. İkincisi, əgər sən nömrəni yol polisinə verirsənsə, təhvil verirsənsə, Bəli. yol polisi eyni gündə o nömrəni digər maşına alıb vurmursansa üstünə deyirsən ki, 1 aydan sonra gedəcəm. Sabahları yol polisi onun hansısa bir başqa bir nömrənin üzərinə vermiş olsa, Bəli. yəni sən burada heç nə eləyə bilməyəsən. Çünki bu artıq keçir onların İxtiyarına da. Balansına. Bəli. Nömrə çox adam bilir ki, nömrə mənə bağlıdır, yəni şəxsə bağlıdır, fərdə bağlı deyil. Nömrə maşına bağlıdır, maşın da fərdə bağlıdır. Mən mülkiyyətimi satandan sonra nömrə mənə necə bağlı olsun? Götürüm qeydiyyat nişanımı alnıma vurum gəzim ki. Bu mənimdir. Amma daxili qaydalara görə bildiyim qədərilə 5 il müddətində nömrə qala bilər. O daxili qaydanı mən heç yanda görməmişəm. Hə, daxili qaydanı mən praktikada rast gəlmişəm ona görə. Praktikada çox şey var. Yox, real olaraq yəni o tərəfini qoruya bilirlər. Yenə deyirəm, normalda siz məsələn avtomobiliniz əgər nömrə dəyişilirsə, nömrə qalırsa dediyimiz kimi el arasında bronda, növbəti gün mən o avtomobili, o nömrəni istəyirəmsə, sizin razılığınız olmadan mən avtomobili götürə bilmirəm. O nömrəni götürə bilmirəm. Praktiki olaraq yəni ola bilər, hə. Qanunvericilikdə olmasa, yəni praktiki olaraq bu problemlərin aradan qaldırılmasına görə, yəni o yöntəmlə işləyirlər. Amma mən sizə deyim ki, yəni praktikada ola bilər. Mən də bilirəm ki, yəni elə adam var ki, 1 il, 2 il, 3 ildən sonra geri nömrəsini götürür, söhbəti yox. Amma yəni qanunla bu adam nömrəni satsa, həmin şəxs heç nə eləyə bilməyəcək. Çünki qanunda bir şey yoxdur axı. Aydındır. Yaxşı, nömrə almaq istəyəndə. Aha. Mən nömrə almaq istəyirəm də. Aha. Qardaş 10 tutaq ki L 010 məsələn deyirəm. Aha. O nömrəni almaq üçün indi baxıram, araşdırıram ki, bu nömrə boşdadır. Mən ona nə qədər rüsum ödəməliyəm? Bax, var 3 tip nömrələr var ki, onların rüsumları başlayır 1000 manat, 2000 manat və 3000 manat. O da hərflərə görə və rəqəmlərə görə, hərflərin kombinasiyasına görə və rəqəmlərə görə dəyişir. Bu bir. Hər bir vətəndaş üçün nömrənin alınması üçün mən keçən səfər verilişdə demişdim, indi də deyim ki, Nazirlər Kabinetinin qərarı var. Bəli. Həmin o qərara əsasən vətəndaş avtomobilə ona verilən nömrədən imtina eləyir. Deyir ki, mən bu nömrəni tam istəmirəm, başqa bir nömrə istəyirəm. Nə olmalıdır? Qanun nə deyir? Bax, qanunda yazılıb, Vüsal bəy, biz deyirik, praktikada var, qanunda yoxdur. Bu isə qanunda var, praktikada yoxdur. Dediyim. Qanunda yazılır ki, vətəndaş girir internetə, DP-nin rəsmi saytında. Hansı ki, belə deyil, bu dövlət qeydiyyat nişanlarını verir. Girir, baxır ki, tap bu nömrə boşdur, yox. Boşdur da yəni. Bu nömrə istifadə olunmayıb. Bəli. Müraciət edir rəsmi qaydada ki, mən bunu istəyirəm. Plus avtomobilin bütün məlumatlarını, ban nömrə falan göndərməlidir. Yəni ki, bəs mən bunu istəyirəm. Dəvət edirlər onu. Qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi ilə bağlı dövlət rüsumu ödənilir. Nə qədər? 30 manat. Bir də nömrəyə görə. Nömrə əgər bahalı nömrə kateqoriyalarına aid deyilsə, sadə məsələn 10LL010 da, hansı ki bu bahalı nömrə kateqoriyasına aid deyilsə, 30 manat da bunun rüsumudur, düzdürmü? Ödəyir, ona o nömrəni verirlər. Və yaxud da ki, vətəndaş yaxınlaşır qeydiyyat imtahan idarəsində qanunda göstərilir. Hər kəs üçün görünə biləcək yerdə aparatlar olmalıdır. Məsələn, Gürcüstanda var. Gəlsən nömrəni yazırsan, tap vurdun, rüsumu ödədin. Rüsumu da avtomatik çıxır. Çıxır ki, bu nömrənin rüsumu budur, ödədin. Qanunda var, praktikada yoxdur. Siz dediyiniz qanunda yoxdur, praktikada var. Ümid edirik ki, qanunda olan da praktikaya gəlsin ki, hər bir vətəndaş, ya mənim misal üçün nömrə, elə adamlar var ki, nömrə xəstəsidir. Həm telefon nömrəsi, həm maşın nömrəsi, amma elə adam var ki, vecinə deyil. Mən buradan istifadə edib bildirmək istəyirəm. Biz ən çox müştərilərlə burada bu leasing məsələlərində çox rast gəlirik. Müştəri izah edir ki, 36 ay müddətində bu avtomobil müvəqqəti sənin istifadəndədir, heç mülkiyyətində də deyil. Və inanın, müəyyən bir faizlə kredit götürən müştəri artıq müəyyən bir rüsumlu nömrələri istəyir. Hər dəfə izah edirik. Bizim məsələn bundan bağlı rəhbərlikdə özümüz də izah edirik ki, bu nömrəyə bu qədər məsələn bu rüsum ödəməyi, bu qədər ödənişin sizə heç bir bu nömrə sizin mülkiyyət deyil.
Normalda avtomobili siz fiziki şəxs kimi alanda bu nömrə bizim mülkiyyətimiz deyil. Yəni Bəli. maşına bağlı olan bir şeydir. Qaldı ki, indi mülkiyyətçi sizsiz. Sizin maşında oldu, mülkiyyətçi sizsiz. Amma bu halda mülkiyyətçi siz olmaya siz həmən nömrəni istəyirsiniz və müəyyən bir rüsum ödəməyə hazırsınız. Həmişə də müştərilərlə bundan bağlı problemlər yaranır. Yaxşı nömrə istəyirlər. Rayon istəyənlər dediyiniz kimi 10 LL 0 bu tip nömrələr istəyirlər. Təbii ki, o nömrələr də olmur. Yəni o rüsumla bağlı onu edə bilmirlər. Bilirsiniz, tələbat var deyə. Tələbat var. Bu praktika qüvvəyə minmir. Həm də bizdə fiziki şəxslərlə, məsələn, hüquqi şəxs arasında nömrələrin qiyməti və rüsumları da fərqlidir. Yəni istər qanunvericilik tərəfində, istər praktiki tərəfində. Yəni tutaq ki, fiziki şəxsdən gedib hansısa nömrəni, məsələn 10 LL 010 hansısa fiziki şəxsə veriləcək bir nömrədir. Niyə bu nömrəni deyirəm? Elnur bəy bu nömrəni məsəl çəkir. Məsələn, amma hüquqi şəxsə veriləcək 10 YY 010 və yaxud da ki 10 PP 010 yəni rüsum olaraq ikisi də bağlı nömrə kateqoriyasına aid deyil. Bəli. Amma hüquqi şəxs və fiziki şəxs arasında olan bu ayrımcılığa görə qiymətlər tam fərqlidir. Hə, söhbəti yox da. Yəni o qanunvericilikdə həqiqətən varmı? Sıf nömrə məsələsi. Sıf nömrə məsələsi. Yox, məsələn, hüquqi şəxslərlə fiziki şəxs arasında eyni nömrədə qiymət dəyişir yəni. Qiymət dəyişir. Yox, nömrələr Dövlət rüsumu haqqında qanunun 18-ci hissəsində göstərilməlidir, 65-ci bəndində. 3 kateqoriya nömrələr var ki, onlar fiziki şəxsdə, hüquqi şəxsdə onu o qiymətə ala bilər. Deməli nömrələr var, belə götürəcək də. Hərflər eyni və hərflər fərqli. Tutağım, BB 111-dən 999-a qədər və BA 111-dən 999-a qədər. Səhv etmirəmsə, hərflər fərqlidirsə 1000 manatda dövlət rüsumu, hərflər eynidirsə 1500-dür. Sonra gəlir BB və BA. Həm hərf kombinasiyası, həm rəqəm kombinasiyasına görə ikisi bir yerdə olduğu halda 1500 manat. Ya sırf hərf, ya sırf nömrə olarsa, rəqəm olarsa. Yox, rəqəmlər belə deyək də, sizə deyim, 111 999-a qədər, 100 900-a qədər və 001 009-a qədər. 3 kateqoriya nömrələr var. Başqa 135, 121 bu artıq standart nömrələr. 0-dan 090-a, 0-dan 090-a kimi elə bir şey yox. Hə, yoxdur yəni. Var 001, 002, 003 ta 009. Bahalı nömrə qiyməti nə qədər? 1000 manata bayaq dediyimdir. Sonra gəlir 1500, sonra gəlir 1500, 2000, sonra gəlir 2000, 3000. 3000-də yekunlaşır da yəni. Yəni. Ən bahalı nömrə o da hansıdır? Hərflər eynidir, tam XX və ya ZZ 001, 009, hə bunlar artıq 3000-dir. Qanunla. Bitdi yəni. Maksimum 3000-dir yəni qanunla. Sən deyəsən axırıncı dəfə nömrəni neçə almışdın? 35 min pul vermişdin. Evli satdın. Deməli, izləyicinin gələn mesajları var. Mesajlara baxaq. Onları da gözlətməyək. Salamlayır biz izləyicimiz, sağ olsun. Yazır ki, sonuncu Davernos etibarnamə dostumdadır. Mən cərimə edirəm, bal ona gəlir. Yaxşı. Necə özümə yönəldə bilərəm qardaş? Dostsuz da siz cərimə eləyin, o da ödəsin də. Nə var ki burada? Etibarnaməni ləğv etməlidir də. Dostu etibarnaməni ləğv etməlidir ki, cərimələr bunun adına gəlsin. Mən ləğv etməzdim. Mənim də yaralı bir yerimdir. Hal-hazırda 18 balım var, inanın. Yəni sizin adınız üzərinizə gəlir, hə? Ümumilikdə 18 balım var. 18 baldan ya 3 ya 4 mənim özümə məxsusdur. Yerdə qalan etibarnamə əsasında sürdüyüm avtomobil. Ləğv eləyin o etibarnamələ. Artıq ləğv eləmişəm. Ballar gələndən sonra ləğv eləmişəm. Ən böyük problem odur. Çox böyük problemdir. Yəni sən sürücü vəsiqəni olsaydı verərdim sənə. Bilirsən, bir də nəyə toxunmaq istəyirəm, bir də onu vurğulayaq. Bəzi elə cərimələr var ki, onun yanında balın olmağı düşünürəm ki, belə deyək də, əslində olmamalıdır, problemli məsələdir. Məsələn, tutaq ki, elə ballar var ki, o olmağı yaxşıdır. Məsələn, qırmızı işıqda keçmə, təhlükəli vəziyyət nə qədər çox yaradırsansa, balın olmağı yaxşıdır. Mən dayanma durmaya görə niyə bal olsun ki? Dayanma durmaya görə bal yoxdur axı. Yalnız taksi duracaqları, taksi duracağı və duracağında dayanmağa görə. Hə. Orada məsələn bal məsələsi var da. Ona görə də çox məsələn taksi sürücüsü bizə adətən yazır ki, məsələn buna görə mənə bal yığılır da. İndi yəqin ki mənə razılaşarsan bəzi balların olması, bəzi qayda pozuntularında. Misal üçün bu günləri, yəni cərimələrdə dəyişikliklər ediləndən sonra səkilərdə saxlamağa görə 60 səkilərdə saxlamaq 60 manatdır. 60 manat 2 baldır, səhv etmirəmsə. Hə. Plus səkilərdə saxlamaq 60 manat 2 baldır. Mən bundan bir növ razıyam. Yəni bu 2 bal adam
elə yer var ki, ümumiyyətlə ona 8 statusu verilmir, amma yenə də gəlirlər cəriməni yazırlar. Bəli. Problem də ondadır ki, adam şikayət eləyib, o cəriməni sildirənə qədər o artıq bizi ömründən gedir onun. Avtobus zolağına daxil olmaq 100 manat 2 baldır. Taksilərimiz bizim. Və yaxud da ki, avtobus zolağını düzgün çəkməyiblər. Adam gəlir, girir, sağa dönmək üçün kamera oradan çəkir ki, sən avtobus zolağını, mən nə edeyim? Nətər edim denən? Mən də razıyam ki, bəzi cərimələr balsız olsaydı, olsun da cəriməsi olsun, qayda pozur. Amma bunun ballı etmək, yəni bilmirəm. Yəni mən ora seçilməmişəm axı ki, mən deyim falan. Mən olsaydım 1000 bal eləyərdim. Birbaşa bir cəriməyə sürücü vəsiqəsi artıq məhdudlaşdırılır. Yox, 1000 bal limit eləyərdim. Deməli izləyicimiz yazır, salamlayır bizi. İli 90 Yeşkan var, 2 mühərrik dizeldir. Amma adıma necə keçidə bilərəm? Neçəyə keçidə bilərəm? Daverusda sürürəm. Yeşkası, Mercedesi. 30 manat Çex pasport 30 manatda mühərrikin həcminə və ilinə görə olan rüsumdur. Səhifəmizdə də o var. 35-70 salam minnətlarımı bildirirəm. Sağ olun. 32-64 çox sağ olun. Allah razı olsun. Allah sizdən də razı olsun. Nə oxumuşdunuz mesajı? Buna cavab vermişdik. Minnətlarımı bildirir. 76-76 sürücü navax. Ona bir cavab verdik dəyərli sürücümüz. 511-ci maddə ilə bağlı. Ona da cavab vermişik. Sonra 46-46 salam bir bizi sağ olsun. Partpresdə alın şüşəsində çat olduğuna görə maşın cərimə meydançasına aparılır. Bəli. Sənatı bilirsən, hansı səkiyə suallar. Əgər görüntü məhdudiyyəti yaratmırsa, görüntü rahatlıqda görünür, yəni görürlər. Yəni bax belə deyim də, mən sizə orada təhlükəsizlik faktoru da var, səhv eləmirəmsə. Baxın, ümumiyyətlə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi halları İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin 1-ci bəndində göstərilib. Orada çata görə patpresdə çat var, arxa şüşəsi işləmir, brizqavik yoxdur. Bunlar qeyd olunmuyub. Və ümumiyyətlə bunlara görə maşının duracağa yerləşdirilməsi də düzgün deyil. Ümumiyyətlə sual verim də, indi mən sizə bir sual gəlmisiniz. Avtomobili yol polisi niyə duracağa aparır sizcə? Demirəm amma hansı əlam, niyə aparır? Məqsəd nədir? Anında aradan qaldırıla bilməyəcək, mən belə düşünürəm. Anında yerində aradan qaldırıla bilməyəcək hansısa problemlər olduğu halda. Okay. Yəni sürücü tərəfini demirəm, avtomobil tərəfi təbii ki, sürücü sərxoş olduğu halda, sürücünün sürücü vəsiqəsi olmadığı halda. O bildim, o əlamətlərdə hansı qanundur? Yəni niyə aparır? Səbəb bilirsiniz nədir? Yəni əslində təhlükəli vəziyyət yaratmasın, özünə xəsər yetirməsin, kiməsə xəsər yetirməsin. O istər-istəməz nəqliyyatın intensivliyini pozmasın. Yol hərəkəti haqqında qanun və həmçinin İnzibati Xətalar Məcəlləsi nəyə hesablanaraq cərimələri tətbiq edirlər? Bir növ sürücünün pozduğu qayda ictimaiyyətə nə qədər təhlükəli ola bilər deyə. Düzdürmü? Baxın, plonkanı 150 manat cəriməsi var. Və buna görə deyir yerində sökməsə maşın gedir də duracağa. Niyə plonkanın 100 manat cəriməsi var? 150 manat cəriməsi var. Sən görüntünü məhdudlaşdırırsan da, sağı solu görməyə bilərsən. Qəza şəraiti, qəza ola bilər, real yol nəqliyyat hadisəsi. Buna görə həm avtomobil duracağa gedir, həm də ki 150 manatdır cəriməsi. Mənim avtomobilimin brizqaviki yoxdur. Düzdürmü? Brizqavik yoxdur. Və yaxud da ki patpresdə yuxarı hissəsində balaca bir çat var. Bəli. Bu mənim avtomobilimi idarə etməkdə kiməsə xəsarət yetirir və yaxud da ki avtomobilin arxa hissəsində o deyirlər şeydir. Nədir onun adı? Atrajatellər. İşıq qaytarıcılara işıq qoyurlar da. İşıq qaytarıcı olmalıdır. Prosta lampiçka qoyub. Bu nə təhlükə yarada bilər? Duman əleyhinə deyil ha. Prosta da adi qabarit işığı kimi. Təhlükə yarada bilər bu adam üçün? Yox. Buna görə avtomobilin duracağa yerləşdirilməsi absurddur da. Çünki bu təhlükə yaratmır axı. Brizqavik yoxdur. Arxa şüşə silən yoxdur. Buna görə maşın niyə duracağa getsin? Və yaxud buna görə niyə 150 manat cərimə tətbiq edir? Konstruksiya dəyişikliyi etmisiniz. Ay kişi, 150 manatlıq cərimə tormoz sistemi, sükan sistemi işləmirsə, sən avtomobili o deyir, təkər bazasını və yaxud təkər düsturunu pozursansa, 4 təkərlini sən 6 təkər eləyirsən, avtomobili uzadırsan, enlədirsən, bu konkret təhlükə yarada biləcək. Sən tormozun işləmirsə, sən avtomobili o cür vəziyyətdə idarə eləyirsənsə, hətta mən deyərdim, nəinki avtomobil duracağa yerləşdirilməsini, birbaşa əlindən sürücülük vəsiqəsi alınmalıdır. Yəni sən birbaşa təhlükəsən də yolda. Düzdür, mənim dostum elə sürürdü.
Getdi xarici. O risk eləmişdi. Avtomobildə belə texniki nasazlıqlar varsa, hansı detallara ehtiyacınız varsa, Ali Motorsa zəng edə bilərsiniz, əməkdaşlar sizə kömək edə bilərlər, ehtiyacınızı axtaran sürücülərimiz. Buradan nömrəni də səsləndirim, birbaşa özlərinə əlaqə saxlayın. 070 777 0001. Bir daha nömrəni səsləndirirəm. Ali Motorsan əlaqə saxlaya bilərsiniz. Ehtiyacları axtaran şəxslər 070 777 0001 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı bizə yönləndirə bilərsiniz. Növbəti sual deməli gəlir canlı yayımdan bizə yazırlar ilkin qeydiyyat haqqında. İlkin qeydiyyatla bağlı məlumat istəyir. Keçən səfər bir məlumat vermişdi, yadıma gəlir. İlkin qeydiyyatla bağlı. Paylaşım da eləmişik özdə. Paylaşım da etdik, özdə o belə babat partladı paylaşım. Düzdür ki, bəs rüsumlar falan, rəqəmlər səhv deyirsiniz. Qeyri-mümkündür yadında. Bizdədir bu, yəni bizdə baş verir bu. Deməli mən orada əslində səhv məlumat vermişdim. Nə barədə səhv məlumat vermişdim? Nəqliyyat vasitələrinin ilkin qeydiyyatı zamanı tələb olunan rüsumlar qeyd etmişdim ki, 110 manatdır. Burada bir səhvliyə məlumat vermişdim. Nə idi? Deməli, avtomobilin markasından, modelindən asılı olmayaraq, istehsal ilindən asılı olmayaraq, yəni 10 ilə qədər, çünki 10 ildən yuxarı olan nəqliyyat vasitələrinin idxalı qadağandır. 20 manat ilkin qeydiyyatdır qanunla. Bəli. 30 manat tex pasportdur, yəni qeydiyyat şəhadətnaməsi. 30 manat da nömrədir. Nə qədər elədi? 30 30 20 80 manat. Hər bir avtomobil ölkəyə gətiriləndə istehsal ili 4 ilə qədərdirsə, 4 ilə qədərdirsə, yəni 4 ilin maşınıdırsa, yaxşı. 80 manat da onun dövlət rüsumu. 4 ildən yuxarıdırsa, 10 ilə qədərdirsə, çünki 10 ildən yuxarı idxal icazə yoxdur, qadağandır. 4 ildən 10 ilə qədərdirsə, bunun üzərinə əlavə 40 manat pul gəlir. 80 mən keçən səfər 30 demişdim. Niyə? 30 manat texniki baxış və texniki baxışa təqdim edən zaman biz utilizasiya haqqı da ödəyirik. Nə qədər elədi? 40 manat. 80 manat, üstə gəl 30 manat texniki baxış və 10 manat utilizasiya. Elədimi 120 manat? Bəli. Bəli, yəni ilkin qeydiyyat zamanı avtomobilin istehsal ili 10 ilə qədərdirsə, 4 ilə qədərdirsə 80 manat, 4 ildən 10 ilə qədərdirsə 120 manat. Bir də istərdim buradan həmin o şərh yazırdılar, bu qeyri-mümkündür, hansı ölkədən danışır. Yadınıza gəlir bir çox. Mən özüm də biraz məəttəl qaldım ki, nə bilim, bu Bakıdan söhbət gedir və yaxud Azərbaycanda belə şey mümkündür yoxsa yox. Mən həmin şəxslərə buradan bir kəlmə demək istəyirəm ki, haqlıdırlar. Yəni mən onların dediklərinə təkzib edə bilmərəm. Haqlıdırlar, düz deyirlər. Belə bir sualım var sizə. Ümumiyyətlə yol hərəkət qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxslər arasında bir ayrı-seçkilik var. Yəni cərimələr, məsələn, tutaq ki, bir yol hərəkət qaydasını pozduq, fiziki şəxs pozursa 50 manatdır, hüquqi şəxs pozursa cərimə 100 manat olur. 2 qat hesablanır. Belə bir şey var? Əslində belə bir problemlərlə biz tez rastlaşırıq. Müştərilər olur, lizinq müştəriləri, DP əməkdaşları onlarla müraciət edirlər ki, bəs qayda pozulubdur. Siz əgər fiziki şəxs olsaydınız, sizə cərimə 1 qat, bu avtomobil hüquqi şəxsin adının olduğuna görə sizə 2 qat yazılmalıdır. Məsələn, məsələ çəkəm, 20 manatlıq cərimə üçün 40 manat sizə cərimə yazılacaq. Bu kimi hallar olur. Dəfələrlə mənə müraciətlər olunur bununla bağlı. Əslində yəni qanunvericilikdə bildiyim qədərlə belə bir şey yoxdur. Yox, cərimələrin çünki hüquqi şəxs üzr istəyirəm, lizinqlər avtomobili götürdüyü halda orada müqavilənin şərtində də var ki, biz avtomobili yəni balansımıza götürürük. Yalnız daxili maliyyə lizinq müqaviləsi əsasında sürücüyə idarə etmək üçün verilir. Yəni bütün xərcləri bunu fiziki şəxs idarə edir. Yəni hüquqi şəxs. Bəli. Cərimələr də fiziki şəxs üçün keçərlidir. Bəli. Bununla bağlı o bilirsiniz nəyə aiddir? Mən sizə deyim də, bəzi cərimələr var ki, o həm fiziki, həm hüquqi, həm vəzifəli şəxslərə aiddir. Misal üçün sadə bir misal çəkəcəm. Əgər mən avtomobilimi idarə etmək hüququ olmayan bir şəxsə verirəmsə, Elnurun sürücülük vəsiqəsi yoxdur. Bəli. Mən avtomobili ona idarə etməyə verirəmsə, fiziki şəxs olaraq mənə 60 manat cərimə yazılacaq. Əgər mən hüquqi şəxsəmsə, səhv etmirəmsə 100, vəzifəli şəxsəmsə 100, hüquqi şəxsəmsə deyəsən 300 manat. Fərq burdadır. Amma dayanma durmaya görə o da hüquqi şəxsə yazır. Əslində o da fiziki şəxsə yazılmır.
Yəni hüquqi şəxsə yazıram. Hansı? Yəni ki, sürücülük vəsiqəsi olmayan şəxsə etibarnamə verirəmsə, Aha. mənə cərimə yazılır. Yəni fiziki şəxsə yox, lizing şirkətindən danışırsa, Aha. şirkətin özünə cərimə yazılır. Bəli, bəli. Yəni o da fiziki şəxsə aid deyil. Bəli, bəli. Yəni qeyd etdiyim kimi də qanunvericiliyin ancaq həmin o bəzi bəndlərində göstərilir ki, hüquqi, vəzifəli şəxs və yaxud da ki, fiziki şəxs. Məsəl üçün yük daşıma ilə bağlı o ağır tonajlı maşınlarda, orada da məsələn fiziki şəxs daşıyırsa 600 manatdır, hüquqi şəxsdirsə tam 1200, vəzifəli şəxsdirsə nə bilim 1500-dür və s. Yəni bunu tam bilmirəm, çünki çox rastlaşmamışam. Amma dayanma durmadırsa, Bu eynidir bu da gəlmiş. sənə lizing şirkəti hüquqi şəxs sənə etibarnamə veribsə, sən avtomobil idarə edirsənsə, yəni cərimə sənə 20 manat yazılacaq da dayanma durmaya görə. Yox, sən lizing maşını sürürsən, sənə 40 manat cərimə yazmalıyam, elə bir söhbət yoxdur. Maraqlı idi qısaca. Görürsən, mənə indiyənə kimi elə bir şey. Bu hansı ölkədə idi? O var idi. Mozambik. Yox, aldıqları maaşa görə cərimələrin verilməsi məsələsi var idi. Kralı. Esvatimir nə idi? Bugün Hüseyn günündədir. Var idi elə Avropa ölkəsində səhv etmirəmsə, aldıqları maaşa görə cəriməni ödəyirdilər. Aldıqları maaşın faizinə görə ödəyirdilər. Əslində maraqlıdır. Məsələn, qardaş, sən ayva 5000 qazanırsan da, inşallah ki. Ödə də onun pulun var, cəriməni artıq ödə. Amma adam var ki, ayına məsələn 700 manat pul qazanır da, maaşı 700 manatdır. Bu cəriməni az ödəsin, amma 5000 qazanan cəriməni çox ödəsin. Əslində bu ədalətli bölgü olar. Həm də tutaq mən fikirləşirəm ki, idarə etdiyi maşına görə də tutağım. Bir var 07, bir də var məsələn Range Rover. 07-nin qiyməti neçədir? Range Roverin bir təkərin qiyməti 07-nin bir növ ümumi qiymətinə bərabərdir. Amma dayanma durmaya görə hər ikisi 20 manat verir. Yəni bir növ burada ədalətsizlik var. İmkanlı adamlar var ki, indi buna deyim, çünki belə suallar da gəldi. İmkanlı adamlar o 20 manatı ödəməkdən çəkinmədiklərinə görə bəzən qaydaları rahat poza bilirlər. Onlar üçün elə qaydalar var ki, məsələn, cərimələr var ki, deyir ki, əşi bu nədir ki, heç nədir. Ona görə keçən səfər çox üzr istəyirəm, bir dənə maraqlı bir mövzuyyət oxumaq istəyirəm. Yazıda gəlir şəhərdə bir avtobus zolağına daxil olan Ferrari də deyəsən, yoxsa BMW idi. Həm avtobus zolağına daxil oldu bayıl tərəfdə, həm bunun çəkilişini elədi. Hamısı probkada dayanıb, tıxacda dayanıb. Bu da gəldi, avtobus zolağına getdi və yol polisi onu saxladı, dəvət elədilər, həbsimi etdilər, yoxsa nəsə. Sual, şərhləri oxuyuram. Şərhlərdə yazırlar ki, bunun cəriməsi maksimum 100 manat 2 baldır da. Bunu niyə həmin şəxsi saxlayırlar? Niyə polis bölməsinə, idarəyə dəvət eləyirlər? İndi baxın, əslində qanunla baxanda deyirik ki, 100 manat 2 baldır da. Bəli. Amma bu adam nə edib? Mən tanımıram, kimdə sadəcə ümumi bir müzakirə eləyirik, istəyirəm açıqlama verim ki, niyə polis onu dəvət edib? Bu adam nə edib? Bu adam avtobus zolağına daxil olub, nümayişkaranə şəkildə də, yəni. Nümayişkaranə şəkildə hörmətsizlik etmək. Telefonu götürüb çəkib ki, siz orada qalırsınız, mən gedirəm. Bu artıq hörmətsizlik, digər insanlara yuxarıdan aşağı baxmaq, yuxarıdan aşağı mı deyim, qıcıq yaratmaq. Düzdürmü? Yəni 100 manat 2 bal cərimə ilə həmin şəxs düşünür ki, 100 manat 2 bal cərimə yazılacaq, söhbət bitəcək. Elə deyil də. Bu artıq sən nümayişkaranə şəkildə qaydanı pozursan və digər sürücülərə qarşı hörmətsizlik edirsən. Və bu cür sürücünü təbii ki, çağırırlar, dəvət eləyirlər. İndi keçən səfər demişdim, profilaktik söhbət neçədən başlayır da. Profilaktik söhbət plan edirlər. Əslində belə şeylərin olması, yəni bu tip sürücülərin belə deyək, dəvət olunması, onlarla söhbətin aparılması. Çünki bunun yəqin ki 100 manat 2 bal olsa bunun ardı kəsilməz. Bəli. Elə imkanlı adamlar var ki, keçər oradan, onlar da bəli. 100 manat 2 bal onlara o qədər təsir eləməz də yəqin ki. Mesajlar var. Oxuduq? Yox, nə qədər mesaj var. Yaxşı, burada bilsən nə qədər mesaj var. İndi izləyicilərimiz də yazırlar, açığı WhatsApp-a yazsanız daha yaxşı olar. Çünki mən bəzilərini çata bilmirəm. Sual vermək istəyənlər 050 43 44 555. Bax bu nömrəyə yazın, onları da biz səsləndirək. Bax yazmısınız burada TikTokda üzülü sayına, mən onları çatdıra bilmirəm. Gəlin WhatsApp-a baxaq, WhatsApp-da sıralama olaraq gedək. Cruz 15 öz zavod farasında qaytarıcı varsa, ola, niyə ledə görə saxlayırlar? Mən nə bilim, niyə ledə görə saxlayırlar? Siz ledə görə saxlayanda Zöhraba müraciət edin, Zöhrab kömək eləsin sizə. Qardaş salam. Dövlət yol polisi əməkdaşı sürücünü saxlayanda sürücünün ixtiyarı varmı onu video çəkməyə? Xəbərdarlıq edib çəkə bilərsiniz. Bəli. Yol polisinin şəxsi həyatı deyil ki, o ictimaiyyətdədir və sürücü yaxşı olardı ki, məlumat versin ki, mən çəkiliş aparıram, icazənizlə siz də çəkəcəm. İndi adam deyə bilər ki, icazə vermirəm. Təbii ki, deyə bilər çəkməsin, amma özünü çəksin, avtomobili
flankini çəksin. Hə, özünüzü çəkin belə, onu çəkməyin, danışın. Yəni bir var bunu gizlin etmək, bu düzgün deyil. Bir də var məlumat verirsən ki, mən çəkiliş aparacağam. Məlumat sabahları bizim ən azından qurduğumuz dialoq məhkəmədə sübut kimi təqdim olunsun. Bəli. Bəs səs yazısı? Eyni şey. Onu da demək lazımdır. Əgər səs yazısı xəbər verilmədən olubsa, onda məhkəmədə qəbul olunur o fakt. Misal üçün registratorlar var da maşında, düzdürmü? O bütün səs yazılarını yazırdı yol polisi saxlayanda. Həmçinin yol polisinin özünün də yaxa kamerası olur. Yəni əgər hər hansısa bir anlaşılmamazlıq varsa, məhkəmədə bütün sübutlar təqdim olunmalıdır. Əgər yol polisi sənin iddia eləyir ki, tam sən kəmər taxmamışdın və yaxud da ki, mən səni görəndə sən telefonla danışırdın, qırmızıdan keçdin və s. Yol polisi nəyisə iddia eləyirsə, yol polisi sübut etməyə borcludur ki, filan kəs Elnur qaydanı pozdu. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası var ki, təqsirli olan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Qarşı tərəf deməlidir ki, sən filan qaydanı pozmusan və mən də bunu sənə sübut edirəm bu cür qaydada. WhatsApp-ı bir daha soruşurlar. 050 43 44 555. Belə desəm daha yadda qalır. 050 43 44 555. Düz deyirəm də? Bəli. 43 44 555. Başqa adam yazarlar. Başqa adam. Hər vaxtınız xeyir, Elantra 2013 modeldir Kailover quraşdırılıb. TÜV sertifikatı da var. Orada avtomobil VIN kodu və dövlət qeydiyyat nişanı əks olunub. Avtomobil zavod ölçüsündən aşağıdır. Qanuna ziddirmi və necə sənəd ala bilərəm deyə Kailoverlə bağlı belə bir sual gəlir. Ecistar nömrəsini verərsən müraciət etsinlər. Sizə nömrə göndərərik. 8168 salam. Salamlayırıq bizə sizi. Mən nömrəni sağa vurmuşam. Ona görə mənə cərimə yazıla bilərmi? Nömrənin sağa vurulması ilə bağlı hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz. Əgər avtomobilin buferində nömrə üçün xüsusi yer ayrılıbsa, nömrə həmin yerdə olmalıdır. Yox, əgər məsələn Priuslarda o ortada yer yoxdur da ki, yəni konkret nömrə bura vurulsun. Sən sağa da vura bilərsən, sola da vura bilərsən, amma nətər sağa? Maşınla üzbəüz dayananda nömrə görsənsin. Yəni birdən gəlib sağ böyrüdən vurar, qabaqda görsənməz. Aval hissə olmasın. Bir aval hissə olmasın. Avtomobilə baxanda 180 dərəcə açıq. Görsənsin, bəli, maşın aval hissəyə də onun da bir yolu var da, elə bil nömrənin arxasına qab qoyurlar ki, nömrə tam üzbəüz dayananda görsənsin. Burada hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz. Amma alın şüşəsinə qoyulanda 40 manat cəriməsi var. Xəzər ST arxası çox aşağı deyil, bayaq sardılar, cərimə meydançasına apardılar, deyir get qaldır, sonra cərimə yazın buraxım, nə edə bilərəm? Qardaşlar, cavab verin. Maşın qaydadır. Tarson çox aşağı deyil. Nə edə bilərəm qardaş? 150 manat cərimə yazılırmı buna bunlar görə? Tarsonda, Tarsonla deyəsən regulirovka eləyirlər də, aşağı yuxarı qaldırırlar. Tarsonda bəli. Tarsonda əslində çox istifadə olunur. Tarsonda çünki pujun kəsdiyi söhbət, yay kəsdiyi söhbəti yoxdur. Amma ona da təbii ki, normal şəkildə konstruksiya dəyişikliyi baxan kimi bilinir. Yəni maşının duruşundan əgər bilinirsə ki, bu aşağı yuxarıdır, saxlaya bilərlər. İstənilən halda belə ümumilikdə ekspert olaraq yox, bir Azərbaycan vətəndaşı olaraq kəsilmiş yaylar hansı təəssüratı bağışlayır? Və bunun üzərində bir sual verin. Burada da dəfələrlə yazır. Ölü purjuna görə qayı saxlayıb duracağa aparmaq istəyir. Proses necə olmalıdır? Ölü purjuna görə əgər kəsilməyibsə, qızdırılmayıbsa, presə verilməyibsə, ölüdür. Yəni bu artıq bir müddət sonra necə ki təkrar dövrünü bitiribsə, buna görə yol polisi saxlayıb 50 manat cərimə yazır. Cərimə meydançasına da aparmır. 342.5 ilə İnzibati Xətalar. Avtomobil buna görə cərimə meydançasına getmir. 50 manat cərimə və gedib onu aradan qaldırmalısınız. Düzdürmü? Bəli, gəlsən aradan qaldır. Son benim sualı. Yay kəsikliyi, Tarson deyilsiz digər hallarda hansı mahiyyət daşıyır? Niyə bu qədər problemlər yaranır? Mən əslində yəni problem məsələn DP əməkdaşları o məsələləri bu məsələ cərimə meydançasında həll olundu. Bunları qoyuram qırağa. Təbii ki, bu problem var. Ümumiyyətlə təəssürat. Ümumiyyətlə bu təəssürat nədir? Yəni niyə biz bu qədər bu problem niyə bir adi cüzi bir şeydir? Niyə bu qədər qabarılır? Niyə bu cərimə meydançasının böyük əksəriyyəti artıq 1 saatdan artıqdır biz yayındayıq. 1 saatdan artıq neçə sual verildi ki, yəni pujun kəsib cərimə meydançasına getmişəm filan. Bu kimi hallar niyə? Yəni bunun təəssüratı nədir? Maraq nədir ki, biz bu məsələ niyə bu qədər qabarır? Niyə bizim gənclərimiz avtomobilin yəni gözəl görünməyi üçün indi hər birimiz avtomobil istifadəçisiyik. Pujun kəsilməyi, yay kəsilməyi o qədər də vacib deyil. Bunu siz də bilirsiniz, mən də bilirəm. Bəli. Niyə bu qədər sadəcə bilirsiniz nətər? Mən fikirləşirəm ki, burada maddiyyat söhbəti var mənim fikrimcə. Yəni bir var sən gedib 4 dənə sport tipli yay alıbsan, orijinal yay qoymaq üçün
600-700 manat verəsən, amortizatordan falandan bir yerdə. Bir də var gəlirsən tam kəsirsən 150-200 manata. Məncə məntiqlə baxsaq budur. Yəni çox xərc çəkməyim deyə biraz aşağısını endirim. Mənə də açığı elə şey çatmır. Yəni avtomobilin zavod necə səni buraxırsa, düzdür. Sən aşağı eləmək istəyirsənsə get rəsmi qaydada sport tipli yay qoy, sertifikatlı, arayışlı, falanlı qoy, idarə et. Yəni məqsəd avtomobilin gözəl görünüşüdürsə, orada kimsə hansısa usta qızdırır, kəsir, nə bilim metrə ilə bu kimi. Onlar hansısa bir effekti vermir. Mən onu bildirmək istəyirəm. Əgər həqiqətən də avtomobilin gözəl görünməyinizi istəyirsinizsə, zavod tərəfindən ya hansısa fabrik tərəfindən, sex tərəfindən qanuni rəsmi şəkildə kayla vurulsun, digər amortizatorlar olsun, yayılmış sport yaylar olsun. Bunlardan istifadə etmək daha məqsədə uyğundur. Təbii ki. Nəinki kəsilmək. Bu problemlər də olmasın. Adi LED işıqları götürək də. Bir var misal üçün sən gedirsən ixtisaslaşdırılmış yerdə orijinal LED lampa quraşdırırsan. Bir də var elə bir LED qoyursan ki, sən onu tənzimləyə bilmirsən. Nəticə etibarilə qarşıdan gələn gözünü deşmiş olursan. Bizim yenə deyirəm burada maddiyyata məncə bağlıdır. Qeyd etdiyim kimi o deyir ucuz ətin çorbası olmaz. Maddiyyat məsələsi də birbaca düşüncə tərzindən mən fikirləşirəm. Təbii ki, nəyə görə? Yəni mən maddiyyatım əgər azsa, mən niyə o tipə maraq yaradıram? Yəni həqiqətən də gözəl maşın sürmək istəyirəmsə, imkanım nəyə çatırsa, deyək ki, vacibli 0.7. Bu günləri sosial şəbəkələrdə belə deyək, sosial şəbəkəyə rahat şəkildə hər kəs çıxa bilir. Hər kəs video paylaşa bilir. Deyirək əvvəllər məşhur olmaq üçün həkim, mühəndis, nə bilim, prokuror falan olurdun, savadının hesabına gedirdin qabağa. Amma indi məşhur olmaq üçün o deyir, TikToker, bloger gəldin, efirdə canlı yayım açdın, bir-iki dənə söz dedin, olursan, düşürsən trendə. Onlar da baxırlar ki, belə şeyləri etməklə, bura maraq göstərməklə, misal üçün siz demiş, prujini kəsmək, qabaq belə qalxızmaq maşını və yaxud da ki, arxasına qum qoyub gəzdirmək və s. Keçən səfər qum məsələsində gördüm, nə qədər filan şeydir, bunun nə cəriməsi var. Yenə deyirəm, qum əgər hər hansı, mən şəxsən, həm mənim Opelimdə, mən Opel idarə eləyəndə ev tikirdim də, öz evimizi. Mən arxasına onun qum da vururdum, sement də vururdum, hələ kərpiz də vurmuşam, arxası yatıb. Məni bir dəfə yol polisi saxlamayıb. Niyə saxlasın? Saxlasa da görəcək ki, qardaş, mən zaten evimə geyirəm, aparam, onu götürəndən sonra maşına. Bir də var ki, təsəvvür kostyumda, sportivnidə, cinsdə maşının arxasına vurmusan qumu, nə bilim, qum kisələrini gəzirsən. İndi yol polisi saxlayıb sənə desə ki, neyirsən? Rəis, bəs evimə aparam. Sən inan olmayacaq qardaş. Biz bir növ inspektorları özümüzə bir növ düşmən kimi baxırıq. Yəni o inspektorlar özü də bizi kimi avtomobil sürücüləri. Onlar da bilirlər ki, bu avtomobildə əlavə bir qurğu var yoxsa yox. Təbii ki. Baxan kimi siz demiş, yəni biri var indi ev tikən adamın üstü başı toz olur. Bu vəziyyətdə bu geyimdə olmur. Hardansa A nöqtəsindən B nöqtəsinə ya qumu boşaltmağa gedir, ya qum almağa gedir. Reallığı budur. Bunu saxlayan DP əməkdaşı da baxanda baxır ki, bu adamın işi budur. Yəni ya ustadır, ya da evi üçün alır. Amma düz demək mövzu geniş mövzudur. Bax, Vüsal dostumuz çox yaxşı vurğulayır. Bu tək dövlət və polisiya əməkdaşları arasında deyil. Bunu hər dəfə deyirik. Hər yerdə işini halal görən, şərəfli, vicdanlı şəxslər də var. Doğrudan müştərisini, işinə xələl gətirən, lap müştərilərini də desəm, ya sürücüləri də desəm, indi hər sahə üzrə deyirəm də, adamları incidən şəxslər də var. Burası belə. Digər məsələ, məsələn, salam axşamınız xeyir, hər vaxtınız xeyir. Atego yüksüz sürdüyümə görə Atego'nu yük avtomobilini. Yük daşımaya görə cərimə yazıla bilərmi deyə bax belə bir mesaj var. Bunu dedik ki, yazıla bilməz. Bilirsiniz, bax mən qısa olaraq deyim də, yəni yol polisi həmin bu Atego olsun və yaxud da ki, digər Ford Transit olsun, yük daşıma işini həyata keçirəndə o deyir, saxlayıb cərimə meydançasına aparmaq və cərimə yazmaq. Nəyə görə bunu edir? Qeyd etdiyim kimi, əgər sən avtomobilində yük var, bunun bir sənədi yoxdur, falanı yoxdursa, amma sənin avtomobilin boşdur. İstir mənim maşınımdır, istir şirkət boş da qardaş, sən məndən hansı sənəd tələb eləyəsən? Faktiki mənim maşınımda faktiki real olaraq hər hansısa bir yükün görsən, sənəd tələb etsən, sənəd verməsəm, o zaman
cərimə tətbiq edə bilərsən. Çünki cərimənin tətbiq edilməsi üçün səbəb olmalıdır. Burada bir məsələ var. İndi bunu deyəcəm. İzləyicimizin bir neçə izləyici çox əziyyət çəkirdi. Yük daşıma ilə bağlı paylaşım eləmişik. Arda bizə zəng elədilər. Arda bizə zəng elədilər. Hətta bir sürü deyir ki, qardaş, avtomobildə yük yoxdur. Dövlət Yol Polisi əməkdaşı saxlayıb 50 manat cərimə yazıb. Deyirəm ki, qardaş, yük yoxdur. Heç cürə mən ona sübut eləyə bilmirəm. Deyir qardaş, get ara istəyirsən şikayət elə. Məncə yol polisi orada yükü görür, prosta bu görmür. Hə, o da ola bilər. O fitr istedadı var. Hə. Bir də burada deyirlər ki, özünüzə sərf eləyəni yazırsınız. Qardaş, elə deyil. Biz WhatsApp-a gələnləri çalışırıq yazmağa. Biz WhatsApp-a nə qədər mesaj gəlib, məsələn, WhatsApp-a nə qədər mesaj gəlib, ona görə çatdıra bilmirik. Qısa cavablar istəyəcəm. WhatsApp-ı yekunlaşdırırıq, efirimizi artıq yekunlaşdırırıq. Salam aleykum, aleykum salam. Ford Transit sürürəm, 2000-ci ildir. Bütün günü yollarda oluram. İşıqlandırmam zəifdir. Adi LED lampa və yaxud lupalı LED qoya bilərəmmi avtomobilə deyə bax belə bir mesaj var. Ford Transitdir. Bəli. Lupalı LED. Bəli. Zöhrəbə müraciət etsinlər. Bu onun sahəsidir. Biz ona cavab verməyəcəyik. 31-73-ün də bir dənə sualını oxuyarsan. Gəlib çatacağam ona. 0400 salamlayır bizi sağ olsun. Zavod 185-70 R14 olan maşına 205-70 R13 qoymaq qanunidirmi? Onu wheel size var idi. Mən səhifəmdə paylaşmışam öz səhifəmizdə. O səhifəyə girib baxsınlar. Yəni mən deyim ki, olar, olmaz, onu mən deyə bilməyəcəm. Salam məcəssiz axşamınız xeyir, vaxtınız xeyir. Adım Xəyaldır, nə gözəl. Baş yolun qırıq xətt olan hissəsində, yəni ki, ötmə məhdəti olmayan yerdə ötmə edərkən sol tərəfə dönən BYD markalı avtomobil məni gözləmədi və sola baş yoldan kənara kəndə gedən yola döndü. Mən də ötmə əməliyyatında olarkən ona yandan vurdum. Ağır qəza oldu. Burada günah kimdədir? Mənim VAZ 2107-də yoxsa BYD-də deyə bax belə bir. Deməli, nəqliyyat vasitəsi sağa sola dönərkən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bəli. Əgər bu gəlib ötmə əməliyyatı eləyibsə və BYD sola dönübsə, bu gəlib onun böyründən vurubsa, günah BYD-dədir. Sola dönən nəqliyyat vasitəsi əmin olmalıdır ki, heç kim onu ötmür. BMW F30 nəqliyyat vasitəsində sport purcun dəst formada quraşdırılıb. Yol patrol inspektoru saxlayır və deyir ki, oxlar üzrə paylanma pozulub və bu halda sübut etməlidirmi? Həqiqətən pozulub və oxlar üzrə paylanmanı ölçən cihaz varmı ölkədə? Yol polisi iddia eləyirsə ki, pozulub, aparmalıdır. Harda yoxlayırlarsa, sübut etməlidir ki, pozulub. Birincisi, ölkədə mən bildiyim qədərilə elə bir cihaz da yoxdur ki, oxlar üzrə paylanmamasını, düzgün paylanmasını ölçsün. Ford Transitə ressor əlavə etmək olarmı deyə? Olar, heç bir cəriməsi yoxdur. Lada 2115-ə ön faraların şüşəsini dəyişib H4 lupalı LED qoymaq cərimədirmi deyə bir də şəkillər göndərib bizə. Yox, cərimə deyil, amma hansı LED necə quraşdırmaq, hansı gücdə LED quraşdırmaq olar, onu Azuma müraciət etməyiniz lazımdır. Sizə də Zöhrə nömrəsini göndərərik. 41-44 salam axşamınız xeyir, vaxtınız xeyir. Sizə KAMAZ haqqında bir neçə sualım olacaq. Məndə furqon tipli KAMAZ-dır, 1994-cü il. Yol polisi yük hissəsinin böyük olmağı ilə bağlı çox incidir məni. 6.95 uzunluğu var. Deyir ki, rama qısadır, kuza uzun. Tək mənim yox, Azərbaycanda KAMAZ-ların hamısı elədir. Bir də ki, yanacaq çəninə ilişir. Deyir ki, zavod çəni deyil. Mən DAF markalı maşının 500 litrlik çənini qoymuşam. Zavod alüminium çəndi, deyirlər ki, bu DAF-ındır, KAMAZ-ın deyil. Çəni dəyişib orada adam. Bu barədə yəni bilgim yoxdur. Söhbət bu konstruksiya dəyişikliyi gedir, getmir. Yəni o barədə mən dəqiq bir məlumat verə bilməyəcəm. Gedir. Yəni çən dəyişir bu. Nəzərə alsaq ki, KAMAZ markalı avtomobildə çən harda yerləşir? Təhlükəsizlik baxımından DAF-ın böyük maşındır, çəni böyükdür və o hansı hissədə yerləşir? Nə qədər yerdən təmasdadır və yaxud da qırağa ölçüsü nə qədərdir? Gələcəkdə hansı qəza hadisəsi olarsa, yanğın ehtimalı nə qədərdir? Məncə burada DP əməkdaşları haqlıdır. Yəni bu barədə mən onu necə aydınlaşdıra bilər ki, yanlış edir yoxsa yük maşını ilə bağlı əslində var ya, qanunvericilikdə təlimatda göstərilir də hansı əlavələr etmək olar. Hətta yük maşınlarına dair də orada qeyd olunur. Mən o qədər də yük maşınları ilə bağlı suallar verilir deyə o şeyin içinə girməmişəm. Bəlkə də gələcəkdə lazım. Mənim rast gəldiyim bir də yük maşınlarda ən çox KAMAZ-larda arxada sandıqca deyilən avadanlıqlar qoyulan bir hissədir. Ya o qabağa çıxır, ya arxaya çıxır. O kimi məsələlərdə sürücülərlə çox problem yaranır. Ola bilər. Xəzər ST ilə bağlı sual cavab vermişik qardaş. Neyniyə bilərəm, Tarson çox aşağı deyil, 150 manat cəriməsi yazılırmı, cərimə yazılırmı deyə biz ona cavab verdik də. Nə? Arxası çox, hədə deyil də bir. Çox aşağı deyil. Hədə Tarson idi də, düzdür? Bəli. Spacer'a görə cərimə yazıla bilərmi? Ətraflı məlumat verin. Onu cavab verdik də biz. Q07 markalı avtomobilin arxa şüşəsi zavod qaradır. Ada keçirməkdən ötürü 1200 manat pul istəyirlər.
Biz keçən səfər də məlumat verdik axı, nəqliyyat vasitələrinin təkrar qeydiyyatı zamanı, ilkin qeydiyyatı zamanı sürücüdən arxada olan şüşələrin tündlüyü normallaşdırılmır və qeydiyyat üçün bir problem yarada bilməzlər. AZS 122-2023 standartı var. Bu standart yalnız sürücüdən ön, patpres və sağ və sol olan şüşələrin işıq buraxma qabiliyyətini normallaşdırır. Arxada qalanlar patpresdir, arxa patpresdir, yəni arxa şüşə, arxa yan şüşə, yük yerinin yan şüşələrinin tündlüyü normallaşdırılmır və qeydiyyat prosesi üçün problem deyil. Bəs yük yerinin ölçüləri ilə bağlı yox, onu deyə bilməyəcəyik, düzdürmü? O KAMAZ-da. Yox, yəni bu barədə mənim məlumatım yoxdur. Səhv məlumat vermək istəmirəm. İzləyicimiz deyir, internetim getmişdi, xahiş edirəm cavab verin. Xəzər ST arxası çox aşağı deyil, bayaq saatlar ştrafnaya deyir, get qaldır, sonra cərimə yazın, buraxım, nə edə bilərəm, çarxsınla məsələn, bəli. Burada birisi nətərdir? Əgər avtomobil arxası aşağı, qabağı yuxarıdırsa, yəni bu konkret vizual olaraq da görünürsə, bu bir növ, yəni 150 manatlıq cərimənin tətbiq edilməsi burada bilmirəm nə dərəcədə doğru olar. Çünki orada deyir ki, normativ tələb pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 150 manat cərimədir. Bu isə tarsondur. Bu dəyişməyib. Özünküdür, sadəcə belə deyir, regulovkası. Necə? Ölçü verilir. Hə də yəni qaldırıb yuxarı. Məncə burada nasazlıq kimi qeyd eləyə bilərlər. Nasazlıq kimi 50 manat, amma bir şey var ki, nasazlıq kimi də qeyd etsə, deyəcək ki, 50 manatlı cərimə, mən gedim bir növ yenə də edim də bunu. Odur ki, dəqiq deyə bilmirəm. Bir çox suallara cavab vermişik bizə WhatsApp-a gələnlər. Təkrar yazırsınız. İndi artıq onu çatdıra bilmirik də. Çünki başa düşürəm. Bir dənə cavab verim deyir. 10 radiatorun sınıqdırsa, barmaqlığın sınıq son cəriməsi var, yoxdur. Yəni radiatorun üzürlü sayın. Həqiqətən də üzürlü sayın. Bax, bir çox mesaja çalışdıq cavab verək. Mən də sürətli oxudum. Bir məsələ var ki, bunu biz belə davam eləsək, səhərə kimi suallar gələcək bizə səhərə kimi. İnandırım ki, biz səhərə kimi danışacağıq. Hə, danışacağıq. Amma təbii ki, yavaş-yavaş da yekunlaşdırmalıyıq efirimizi. Amma belə canlı yayınlar edirik də, biz onu deyək. Hüseyn də gəlir, efirimizdə iştirak edir. Vüsal bəy də həm radio efirimizdə iştirak edir. İndi ilk dəfədir burada iştirak etdi. İndi inşallah ki, davamlı olacaq. Orada bir dənə bax nömrə var, 414. Yoxsa qutardı mesajlar. Yoxdursa 414-ü bir dənə oxuyun sonu. Deyir, lap birinci oxudun sən. Bu, yoxsa? Hə, bir dənə oxu. 41 yoxsa oxuduq bunu. F30 nəqliyyat vasitəsi M-ə yığılıb. Yazmaq hansı halda qanunidir və dövlət rüsumu nə qədərdir? Misal, M qazan quraşdırılıb, normativ tələb pozulmadan və yol patrul inspektoru deyir, M qazan quraşdırmısan, M-ə yığılıb. Yazılmalıdır mı bu? Qanunidirmi? Bax, belə bir sual var. Yox, biz də dəfə demişik axı, yəni M qazan quraşdırılıb, M-ə yığılmaq falan bu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əsas göstəriləcək dəyişikliklər deyil. O qeyd olunmayıb. Marka model dəyişmir, öz vəziyyətindədir. Sadəcə belə deyək də o buferdi, faralarda, restyle və yaxud da ki, door restyle və s. bu cür dəyişikliklərin qeydiyyat şəhadətnaməsində dəyişdirilməsinə ehtiyac yoxdur. 2 saat yarım ağa biz canlı yayımda. Mən də deyirəm. Tezlər nə edirlər? Yağla bağlı yazanlar da var. Düzdür, bugün qayda qanundan danışırıq, amma avtomobiliniz varsa, təbii ki, avtomobilə də düzgün qulluq etmək lazımdır. Vaxtında yağı dəyişmək lazımdır. Yağ markaları çoxdur. Bilirəm, araşdırma edirsiniz, əziyyət çəkirsiniz markalarla bağlı. Əgər araşdırma edirsinizsə, bax, Haboline-da bir araşdırın. Dünya brendi. Chevron şirkətinə məxsus Texaco Haboline yağları rahat avtomobilə süzüb yolunuza davam edə bilərsiniz ki, inşallah ki, qaydaları da pozmadan. Efirimizi yekunlaşdırırıq, dəyərli dostlar. Vüsal bəy, sualım var idi, amma mən. Buyurun. Efir yekunlaşdırırıq. Bu bilmirəm, izləyicilərə nə qədər maraqlı gələcək, amma yəqin ki, bilənlər bilirlər də. Niyə məsələn avtomobil alanda ilk olaraq istiqamət verirlər ki, imkanın çatırsa, get bankdan kredit götür, avtomobili al. Bəli. İkinci halda lizinqə müraciət O elə. istiqaməti verənlərdən biri mənəm. Yəni baxmayaraq ki, lizing satışıyla, lizing işi ilə məşğulam, o istiqaməti verənlərdən biri mənəm. Ona görə ki, lizing olduğu halda mülkiyyətçi tərəfindən müəyyən sənədlər var. Sənədlər dediyim müəyyən xərclər var. Xərclərin içində GPS xərcidir, müştəridən tələb olunur, yəni mülkiyyətə verilən mülkiyyətçi olduğuna görə avtomobil icarəyə verilir, sürülməyə verilir. Ondan əlavə kasko sığorta və lizingin xidmət haqqısı normalda bütün bankların xidmət haqqısından daha artıqdır. Əlavə qiymətləndirmə, əmlakın qiymətləndirilməyinə görə bu qədər xərclər olur. O xərclərdən də əlavə həmişə müştəriyə deyirəm, yəni ki, bu qədər xərc çəkib avtomobil alırsınız, avtomobil sizin olur, ancaq mülkiyyətçi siz deyilsiniz.
Yəni onun özü də bir riskdir. Bəli, İstənilən halda bir riskdir. İmkanı olduğu halda təbii ki, burada indi bankdan həmin məbləği çox müştəriyə verə bilmirlər. Yəni müəyyən müştərilər var ki, gəlirləri rəsmi deyil və yaxud da ki, gəlirləri bank tərəfindən qəbul olunan deyil. Amma imkanı olduğu, yəni bu imkanları olan şəxslərdən istiqamət verirəm, tövsiyə edirəm ki, banka yaxınlaşsın, kredit götürsün normal şəkildə, avtomobili nəqd şəkildə alsın, öz mülkiyyətində olsun. Və əlavə xərclər var, hansı ki, bayaq qeyd olunan xərclər var ki, hüquqi şəxsin mülkiyyətində olduğu halda cərimələr fərqli formada hesablanır, etibarnamələr yoxlanılır tez-tez. Bundan da əlavə avtomobil bir lizinq alınanda nömrə alınır. Xərc müştəri tərəfindən qarşılanır və kredit bitdikdən sonra yenidən nömrə alınır. Qeydiyyat şəhadətnaməsi yenidən dəyişir, yenə xərc müştəri tərəfindən hesablanır. Yəni bir avtomobil alırsınız, lizinqə salırsınız, 2 dəfə xərc hesablanır. 2 dəfə aformut olunur bildiyimiz. Bunlar da əlavə xərclərdir. Bunun üçün bəli, həmişə müştərilərə mən izah edirəm bunu. Bankdan pul götürsünlər, sonra maşın. Hətta yəni bankdan pul götürmək imkanı olduğu halda, yəni o şəraiti olduğu halda bankdan götürmələri daha məqsədə uyğundur. Yəni. Dəyərli dostlar, efirimizi yekunlaşdırırıq. Görüşmək ümidi ilə. Sağ olun. Sağ olun.